Mənim ümidim. Ayşən Müzəffərli. Bütün ulduzlar sönsə və hər yer qaranlıq olsa, insan ruhunda tək bir ulduz parlamağa davam edər. Bu ümid ulduzudur. Dərs saata bitmək bilmirdi, ya da mən elə hiss edirdim. Sanki zaman yerində donmuşdu. Evə getməyə həmişəkindən çox tələsirdim. Çünki mənim üçün çox özəl bir gün idi. Bu özəl gündə bir il əvvəl ana olmuşdum və övladımın ilk doğum günü idi. Hər bir ana övladının doğum gününü özü hazırlamaq istəyir. Mən də bunu istəmişdim, ancaq həyatda çox vaxt işlər istədiyimiz kimi getmir. Biz isə buna uyğunlaşmağa məcbur oluruq. Çalışdığım tədris mərkəzində mənim dərs saatlarımı əvəz edə biləcək bir nəfər var idi. O da rəfiqəm Aysil. Amma qızı xəstələndiyi üçün bu istəyimi yerinə yetirə bilmədi. Müdirimiz də Gestapo olduğu üçün icazə vermədi. Evdə o qədər adam var, həll edərlər. Sən də dərslərini bitəndən sonra onlara qatılarsan, dedi. Bu sözlərdən sonra heç nə söyləyə bilmədim. Razılaşmamaq kimi bir seçimim də yox idi. Bunu Almaz xalaya izah edə bilməmişdim. Yəni qaynanama. Sussa da baxışlarından demək istədiklərini çox gözəl anlamışdım. Biz insanlar beləyik. Sözü özə deyə bilməyəndə onu ifadə edəcək bir baxış atırıq və qarşımızdakının bunu başa düşməsini gözləyirik. Mənim qaynanam da belələrindəndir. Artıq buna öyrəşmişdim. Əslinə qalsa, bu dəfə haqlı olduğunu düşünürdüm. Çünki hər şeyin təmtaraqlı olmasını özüm istəmişdim. Düzdür, o doğum günü olacağından xəbərsiz idi, amma mən həyatımdakı ən əziz günü qeyd etməyə bilməzdim. Çünki o məhz bu gün həyatıma daxil olmuşdu. Övladının doğum günü hər bir valideynin üçün özəldir. Ancaq mənim üçün özəlliyini kəlmələrlə ifadə etmək çətindir. Onun həyatıma gəlməsi möcüzə idi. Çünki həkim mənə övladımın olmayacağını söyləmişdi. Bunun səbəbi endometrioz adlanan yeni şokolad kistası dedikləri xəstəlik idi. Mən yenə də ümidimi itirmədim. Allahın bir gün dualarımı qəbul edib arzularımı gerçəkləşdirəcəyini ümid edirdim. Çünki insanın bu həyata tutunmasına yardım edən tək şey onun ümididir. Hər şey bitə bilər, amma ümid isə yox. Tam olaraq bu gündə ümidlərimin boşa çıxmadığı o gün idi. Oğlumun həyata gəlməsi də, bu həyata tutunması da möcüzə idi. Doğum çox erkən başlamışdı və həkimlər onun nəfəs alma probleminin olduğunu söyləmişdilər. Xəstəxanadan çıxarkən həkim mənə hətta oğlumun ürəyinin dayandığını dedi. Ailəm isə o gün bütün bunları məndən gizlətmişdi. Nəhayət oğlumun ilk yaş günü gəlib çatmışdı. Hər şeydən çox sevdiyim, yolunu böyük ümid və səbirlə gözlədiyim oğlumun. Mənim ümidim, səni çox sevirəm. 16 il əvvəl, 15 sentyabr 1990-cı il, dərs günü. Nazlı Abbasova. Bu adı universitetə daxil olanlar siyahısında görəndə çox sevinmişdim. Sevincimin həddi hüdudu yox idi. Nəhayət universitetdə ilk dərs günüm gəlib çatmışdı. Çox həyəcanlı idim. Yeni insanlarla tanışlıq. Buna alışıb alışmayacağımı bilmirdim. Çünki heç vaxt ünsiyyətçil biri olmamışdım. Məktəbdə belə bütün tənəffüsü bir kənarda oturub pəncərədən həyəti izləməklə keçirərdim. Bütün uşaqlar bir-biri ilə danışar, bir şeylər paylaşar, mən isə səssizcə oturardım. Bütün bunlara baxmayaraq həyəcanımı içimdə boğmalıydım. Çünki ən böyük arzularımdan biri müəllim olmaqdır. Arzumu gerçəkləşdirmək üçün həqiqətən də çox çalışmışdım. İlk gündən danlanmaq istəmədiyim üçün dərsə çox tez gəlmişdim. Universitet tələbələrlə dolu idi. Məni bir sual düşündürürdü. Görəsən, kiminləsə dostluq qura biləcəm? Artıq çoxları otaqda idi və bir-birləri ilə söhbətə başlamışdılar. Mən isə bir kənarda tək başına oturmuşdum və dərsin bitməsi üçün saniyələri sayırdım. Çox sıxılırdım və çıxıb qaçmaq istəyirdim, amma xalama söz vermişdim və əməyimi boşa çıxarmamalıydım. Sevinç xala, o mənim üçün həm ana, həm ata, bir sözlə hər şey olub. Məni dünyaya gətirməsə də bütün sevgisini verib. Valideynlərimi itirəndə 8 yaşım var idi. Onlar yığıncaqdan qayıdarkən xalamın həyat yoldaşının idarə etdiyi avtomobildə qəzaya düşmüşdülər. Həmin gün mən xalamla idim. Evə gələn zəngdən sonra xalamın çöhrəsinin nə hala düşdüyünü unutmaq heç vaxt mümkün değildi. Atamla xalamın həyat yoldaşı qəza yerində keçinmişdilər. Anam isə xəstəxanada idi. Amma yaşamaq şansı çox az imiş. Xalam onu son dəfə görməyim üçün məni də özü ilə xəstəxanaya apardı. Anamın yanına daxil olduq. Onun yanına qaçıb başımı sinəsinə qoydum. Titrəyən əllərini başıma qoyub oxşamağa başladı. Güclə də olsa danışdı və hər şey yaxşı olacaq dedi. Səsi titrəyirdi.
Xalam yerindəcə donub qalmışdı. Ona yaxınlaşması üçün işarə etdi. Titrək əlləri ilə əlimi xalamın əlinin üzərinə qoydu. Mən dəhlizdə gözləyərkən xalamla nəsə danışırdılar. Amma nə danışdıqlarını xalam heç vaxt demədi. Mən də soruşmadım. Düzü, heç nə başa düşmürdüm. Birdən xalam həkimləri çağırmağa başladı. Həkimlər içəri keçdilər. Xalamsa yanıma gəldi. Məni bərk-bərk qucaqlayıb ağlamağa başladı. Artıq o an hər şey bitmişdi. Anam bir daha başımı sığallamayacaqdı. Atam bir daha nağıllar danışmayacaqdı. Mən bir gündə hər şeydən çox sevdiyim bu iki insanı da itirmişdim. Belə bir zamanda xalamın əlindən tutdu və heç bir zaman da buraxmadı. Bəlkə də xalam olmasaydı, bütün bu olanları heç vaxt sakit ifadə edə bilməzdim. Xalamın da bir oğlu var, Sadiq. Qəzanın baş verdiyi üçün sinif yoldaşının evində idi. Xəstəxanaya gələndə səbəbini bilmirdi və hər şeyi orada öyrəndi. Xalam hər ikimizə də bərk-bərk sarıldı. O gün üçümüzün həyatında da çox şey dəyişdi. Biz bir-birimizə dəstək olduq. Amma xalam dərdini bizimlə paylaşmırdı. Hisslərini heç bir zaman bəlli etməməyə çalışırdı. O bizi böyütmək üçün çox əziyyət çəkmişdi. Evlərdə təmizlik edirdi. Heç kimə möhtac olmağımıza icazə vermədi. Hər şeyin öhdəsindən tək başına gəlmişdi. Çox həyəcanlı da olsam, sıxılsam da buna fikir verməliydim. Çünki ilk gün olduğu üçün belə hiss edirdim və bu hisslərin keçib gedəcəyini bilirdim. 28 yanvar 1991-ci il imtahan günü. Artıq ilk semestr geridə qoymuşduq və sonuncu imtahan günü gəlib çatmışdı. İmtahandan çıxmışdıq. İlk həyəcanlandığım, qaçıb getmək istədiyim o gündən 4 ay keçmişdi. Daha özümü elə hiss etmirdim. Tələbə yoldaşlarıma öyrəşmişdim. İmtahanlarım da yaxşı keçmişdi, çünki çox çalışmışdım. Sonuncu imtahan günündə başıma heç təsəvvür eləyə bilməyəcəyim bir hadisə gəldi. Onunla qarşılaşdım, Kənanla. Kənanı məktəb vaxtlarından tanıyırdım. Daha doğrusunu desəm, sevirdim. İndi isə eyni universitetdə təhsil alırdıq. Məktəbi bitirəndə bir də qarşılaşmayacağımızı düşünmüşdüm. Amma belə olmadı. Qarşılaşdıq. Həm də heç gözləmədiyim anda. İlk sevginin nə demək olduğunu yəqin ki, hamı yaxşı bilir. Məncə, bu çoxların həyatında baş verən bir duyğudur. Bəlkə də bəziləri unutmağı bacarır, amma mən bacarmamışdım. Universitetdən çıxmışdım. Bir qədər yeridikdən sonra müvazinətimi itirib yıxıldım. Bu zaman bir əlin mənə doğru uzandığını gördüm. Başımı qaldırdım. O idi, Kənan. Nə edəcəyimi bilmirdim. Sadəcə üzünə baxırdım. Heç dəyişməmişdi. İri yaşıl rəngli gözləri, səliqə ilə daranmış qəhvəyi rəngli saçları, dik duruşu, dərin və gözəl baxışları hər şey ilə möhtəşəm görünürdü. Əynindəki qara rəngli dəri pencək geniş çiyinlərinə çox yaraşmışdı. Bir anlıq düşündüm. Kənanın məktəbdə mənə fikir verməməsi çox normal hal idi. Qıvrım, uzun qızılı rəngli saçlarımdan başqa xarici görünüşümdə gözəl görünən heç nə yox idi. Gözlərimin qara rənginə görə atama, saçlarımın rənginə görə isə anama bənzəyirdim. Xarici görünüşümdə bəyəndiyimdə təkcə bunlar idi. Kənan isə hər zaman olduğu kimi çox yaraşıqlı görünürdü. Birdən, bütün günü burada belə keçirəcək, yəlini verəcəksən, deyə dilləndi. Tez əlimi uzatdım. Qalxmağıma kömək etdi. Sonra düz yolda belə yıxılmağı bacarırsan, Nazlı, dedi. Çox təəccübləndim. Adımı söyləmişdi. Məni tanımışdı. O an qəlbim çırpınmağa başladı. Bütün kəlmələr beynimdə bir-birinə qarışdı. Bir cümlə belə qura bilmədim. Şükürlər olsun ki, Aysel yetişdi. Aysel ən yaxın rəfiqəmə verilmiş tələbə yoldaşım. Yumru üzü, qəhvəyi rəngli badamı gözləri, düz qaşları, qalın qara rəngli qısa saçları ilə gözəl idi. Universitetin bütün oğlanları ona aşiq idi. Mən onu heç vaxt qısqanmırdım. Əksinə, onun kimi rəfiqəm olduğu üçün özümü çox şanslı hiss edirdim. Üzünün gözəlliyinə görə yox, qəlbinin gözəlliyinə görə. Aysel gəlməsəydi, əminəm ki, heç nə söyləmədən eləcə duracaqdım. Nazlı, nə baş verib? Sən yaxşısan? Deyə soruşdum. Mən də hər şey yolundadır, Aysel. Sadəcə səndələyib yıxıldım. Narahat olma. Kənan mənə kömək etdi, deyə cavab verdim. Kənan təəccüblə mənə baxdı. Anladım ki, onu tanıdığımı başa düşməmişdi. Amma necə unuda bilərdim? Bəlkə də uşaqlıq sevgisi tez unudulur. Mənim üçün isə sevginin əhəmiyyəti çox böyükdür. Bunu anamı və atamı itirəndə daha yaxşı başa düşmüşdüm. Aysel Kənan adını çəkəndə çox təəccübləndi. Ona hər şeyi danışmışdım. Bir anlıq bu o Kənandı, həmişə haqqında danışdığın deyəcəyindən çox qorxdum. Amma sadəcə olaraq salam verdi. Mənə görə çox təlaşlanmışdı.
Cənana baxdım. Deməli məni xatırlayırsan? Bu sözləri belə deyəcəyimi düşünməmişdim, amma nəhayət dillənə bilmişdim. Dedi, məktəbimizdə yıxılmaqları ilə məşhur olan qızı necə unuda bilərəm? Haqlı idi. Məktəbdə neçə dəfə yıxıldığımın sayını belə unutmuşdum. Hələ də sağ olmağım möcüzə idi, çünki çox diqqətsiz idim. Kənan isə bunları unutmamışdı. Üzümdə axmaq bir təbəssüm yarandı. Tez onu yox etməyə çalışdım. Kənan məndən yaxşı olub-olmadığımı soruşdu. Mən isə indi daha yaxşıyam, çünki bu dəfəki diqqətsizliyim səninlə qarşılaşmağıma səbəb oldu, deyə cavab vermək istədim. Amma özümü dayandırdım. Sadəcə yaxşı olduğumu söylədim. O da yaxşı olduğum üçün sevindiyini dedi. Mən onu gördüyüm üçün sevindiyimi söyləmək istəyirdim ki, dostları çağırdı. O da sağollaşıb getdi. Aysel məni evə tək qoymadı. Biz taksi ilə evə gəldik. Aysel də içəri keçməsini təklif etdim. O da qəbul etdi. Bu ev xalamgilin evi idi. 2 otaqlı balaca bir həyət evi. Atamla anamı itirdikdən sonra mən də bu evə köçmüşdüm. İçərisindəki bütün əşyalar çox köhnə idi. Xalam Sadiqlə mənim məktəb xərclərimə, evin xərclərinə görə əşyaları təzələyə bilməmişdi, amma biz bu evi çox sevirdik. Köhnə əşyalarını belə, çünki bu köhnəlikdə belə xatirələrimiz var idi. Xalam mənim yıxıldığımı eşidəndə çox təlaşlandı. Ona hər şeyin yaxşı olduğunu söylədim, amma diqqətsizliyimə görə danlandım. Xalamın məni çox narahat olduğum üçün danladığını bilirdim, amma anamla atamı itirdikdən sonra xalam üstümə titrəyirdi. Mən onu heç vaxt incitmək istəmirdim. Qabar olmuş əlləri, ağ saçları, alnının qırışları çəkdiyi və əziyyətlərin nişanəsi idi. Üzündəki o sevimlilik onur insana huzur verirdi. Xalamı danlamağımı bitirdikdən sonra onu Aysel ilə tanış elədim. Əslinə qalsa Ayseldən çox danışmışdım. Onun gözəlliyindən, təmiz qəlbindən. Sadiq həmişə Ayseldən danışanda onunla tanış olmaq istədiyini söyləyərdi. Çünki mənim kimi ünsiyyəti qura bilməməyi bacarmayan insanın kiminlə dostluq etdiyini bilmək onun üçün maraqlı idi. Öz-özümə fikirləşirdim ki, kəş Sadiq də evdə olardı. Onun arzusunu gerçəkləşdirərdim. Ayselə yeməyi bizimlə yeməsini təklif etdi. Çox təkiddən sonra razılaşdı. Ayseli yola salanda Sadiq gəldi. Onları tanış etmək istədikdə məni dayandırdı. Sənin yanında Ayseldən başqa kim ola bilər ki, dedi. İlahi, Sadiq hər zaman məni əsəbləşdirməyin bir yolunu tapırdı. Nə qədər böyümüş olsa da heç vaxt dəyişmirdi. Uşaqlıqda da çox dəcəllik edirdi. Qonşular hər zaman ondan xalama şikayət edirdilər. Kiminin oğlu ilə dalaşır, kiminin pəncərəsini sındırırdı. Evə həmişə üstü başı toz içində gəlirdi. Xalam bir gün çox əsəbləşdi və artıq Sadiqlə bacarmadığını dedi. Hətta ağlamışdı. Sadiq bunları eşitdikdən sonra bir də xalamı incitməyəcəyinə söz verdi. Həqiqətən də sözünün üstündə durdu. Dərslərinə yaxşı çalışıb universitetin hüquq fakültəsinə daxil oldu. Universiteti bitirməyinə 5 ay qalmışdı, amma bir şeyi tərcidə bilməmişdi. Məni əsəbləşdirməyi. Dostcanlı olmadığımı mən də bilirdim, ancaq bunu hər zaman təkrar söyləməsi məni özümdən çıxarırdı. İşdən içə nə qədər hirslənsəm də ona heç nə deyə bilmirdim. Onu doğma qardaşım qədər çox sevirdim və onun da məni çox sevdiyini bilirdim. Nə vaxt atamı, anamı xatırladığımda ağlasam, o məni güldürməyin bir yolunu tapırdı. O da atasının yadına salanda gözləri də olsa mən onun fikrini yayındırırdım. Biz beləcə bir-birimizə dəstək olurduq. Sadiqin Aysel ilə tanışlığa çox məmnun olduğu üzündən bəlli olurdu. O da Ayselə aşiq olanlar sırasına daxil olmuşdu. Bu tanışlıqdan sonra Aysel sağollaşıb getdi. Sonuncu imtahan gününün belə keçəcəyini heç düşünməmişdim. Onu, yəni Kənanı görəcəyimi, mən Kənanı qarşılıqsız sevdiyimi bilirdim. Onun sadəcə məktəbdə diqqətsizlikləri ilə məşhur olan qız yadında idi. Amma bütün qəlbi ilə onu sevən qızı tanımırdı. Bunun üçün onu günahlandırmırdım. Çünki hər şey xəbərsiz idi. Mənsə hər şey etiraf edəcək qədər cəsarətli deyildim. Bir daha qarşılaşıb qarşılaşmayacağımızı bilmirdim. Ancaq buna ümid edirdim. 25 may 1991-ci il. Son dərs günü. Nəhayət dərs ilinin sonuna çatmışdıq. Mən ilk kursu bitirirdim. Sadiq isə məzun olacaqdı. Bunun şərəfinə təşkil olunacaq şənliyə məni də dəvət etmişdi. Amma bunun əsl səbəbi Aysel idi. Təkbaşına şənliklərdə iştirak etmədiyimi yaxşı bilirdi. İstəyini gizlətmək üçün üstəörtülü şəkildə sənin də orada olmağını çox istəyirəm. Tək olacağını düşünürsənsə, Ayseli də gətirə bilərsən demişdi. Mən də onun bu istəyini yerə sala bilmədim və Ayseli də dəvət etdim. Çox israrlardan sonra nəhayət qəbul etdi. Şənliyə gedəcəyimiz üçün alış-verişə çıxdıq.
Ayselin gəlməyi çox da istəmədiyini düşünmüşdüm. Ancaq bütün günü məni mağazaları bir-bir gəzməyə vadar etdi. Heç nəyi bəyənmirdi. Mən uzun çəkən alış-verişləri sevmirəm, amma rəfiqəmə görə bu işgəncəyə dözməli idim. Nəhayət Aysel çox gözəl, uzun və muncuqları olan qırmızı rəngli bir don bəyəndi. Güclə də olsa eyni donun yaşıl rəngli olanından mənə daldırdı. Satıcı da, Aysel də o qədər çox təkid etdilər ki, sadəcə onların dilindən qurtulmaq üçün donu almağı qəbul etdim. İnsanlar sanki mağazalara axışmışdı. Bir tərəfdən tələbələr, bir tərəfdən də 11-cilər məzun olacaqdılar. Bir qədər getmişdi. Yenə də mənim üçün gözlənilməz olan bir hadisə baş verdi. Onu gördüm, Kənanı. Bir mağazanın önündə dayanmışdı. Aysel qolumdan yapışıb, bax, o Kənan deyil, deyə məni onun yanına apardı. Mən Kənanın universitetdə olan ilk qarşılaşmamızdan sonra bir-iki dəfə uzaqdan da olsa görmüşdüm. O məni görəndə sadəcə başı ilə salamlayırdı. Diqqətsiz biri olduğum üçün bəzən çox sevinirəm. Çünki bu diqqətsizliklərim sayəsində Kənanın yaddaşında qalmışdım. Aysel Kənana salam verib özünü tanıtdı. O bizi görəndə çox təəccüblənmişdi. Kənan tanışlığı çox şad olduğunu söylədi. Mənsə sözə hardan başlayacağımı düşünürdüm. Bu anda yəqin ki, alış-verişə gəlmisiniz, deyə Kənan dilləndi. Mən də başımla təsdiq etdim. Aysel onun burada nə işi olduğunu soruşdu. Kənan isə qadınlardan gileylənməyi yer axtarırmış kimi sözə başladı. Ah siz qadınlar, sabah bacımın son zəngidir. Buna görə də anam və bacımı alış-verişə gətirmişəm. Düz 4 saatdır buradayam, amma hələ də çıxmaq bilmirlər. Aysel gülümsəyib sanki mən orada deyilmişəm kimi danışırdı. Sən bütün qadınları bura aid etmə, çünki tək bir istisnamız var. O da qarşındadır, deyib məni işarə etdi. O an o qədər çox utanmışdım ki, yanaqlarımın qızardığını hiss edirdim. Hələ Kənanın gözlərimin içinə baxaraq dedi, o zaman Nazlı ilə alış-veriş etmək daha maraqlı olar. Sözlərindən sonra mən bir anlıq olduğum yerdə yoxa çıxmaq istədim. Ayselə getməyimiz üçün işarə etdim. Sonra Kənana gedişdiyimizi söyləyib sağollaşdıq. Getməyə hazırlaşanda hər zaman kimi ayağım büdrədi. Kənanı o an əlimdən tutdu. Diqqətli ol Nazlı, ümid edirəm bu son qarşılaşmamız olmaz. Səni görmək çox xoş idi, dedi. Mən də nə deyəcəyimi bilmədim. Tez əlimi çəkərək Ayselin qolundan tutub sürətlə oradan uzaqlaşmağa çalışdım. Bütün gecəni Kənanın gözlərini düşünməklə keçirdim. O sözləri ifadə edəndə baxışları ilə istəyirdi ki, sanki ağlımdan keçənləri başa düşürdü. Amma bir şeydən əminəm. Onu görməyin qəlbimin döyüntüsünü necə tezləşdirdiyindən xəbərsiz idi. 14 iyul 1992-ci il, toy günü. Necə və nə vaxt olduğunu bilmirəm. Amma rəfiqəmlə qardaşım arasında sevgi qığılcığımını mən yandırmışdım. Bunun nəticəsi idi ki, öz məzun günündə Sadiq Ayselə sevgisini etiraf etmişdi və bu sevgi artıq rəsmiyyətə dönüşürdü. Mən çox xoşbəxt idim. Bir yanda qardaşım Sadiq, digər yanda ən yaxın rəfiqəm Aysel. Aysel bu gözəl günə Kənanı da dəvət etmişdi. Həm o, həm də mən çox həyəcanlı idi. Mənim həyəcanımın 2 səbəbi vardı. Qardaşımın toy şənliyi və Kənanın gəlişi. Ayselin gəlinliyi seçməyi tam olaraq 5 ay çəkmişdi. Nəhayət toy gününə bir həftə qalmış gəlinliyi ala bilmişdi. Bizi o qədər çox yormuşdu ki və qabarıq tamamilə naxışlardan ibarət qar kimi bəyaz gəlinliyi içərisində çox gözəl görünürdü. O qədər ki, Sadiq bütün gecəni ona tamaşa etməkdən başqa heç nə etməmişdi. Xalamı xoşbəxt görmək məni çox sevindirirdi. Onun yanına gedib bərk-bərk qucaqlamışdım. O da mənə səni gəlinlikdə görəcəyim günü səbirsizliklə gözləyirəm, dedi. Və o anda sanki hər şeyi eşitmiş kimi Kənanı içəri keçdi. Bəylə gəlinə yaxınlaşıb onları təbrik etdikdən sonra mənim yanıma gəlib bu gün çox gözəl görsənirsən, deyib getdi. Aysel də mənə uzaqdan Kənanın yanına getməyim üçün işarə edirdi. Mənsə onun dediyini etmədim. Çünki Kənanla nə danışacağımı bilmirdim. Ona görə də bütün gecəni ondan və baxışlarından qaçmağa çalışırdım. Kənan çox az qaldı və Ayselə işi olduğunu deyib getdi. Əmin idim ki, mənim ondan niyə qaçdığımı başa düşmürdü. Onunla heç nə danışmadığım üçün çox məyus olduğu bəlli olurdu. Bunun üçün özümü çox pis hiss etmişdim. Amma əlimdə heç nə gəlmirdi. Onu görəndə özümdən asılı olmadan kikələməyə başlayırdım. Nə deyəcəyimi, nə danışacağımı bilmirdim. Aysel də məni buna görə çox danlamışdı. Qohumlarla sağollaşdıq. Hamı evlərinə yollandı. Amma Ayselin vidalaşacağı heç kimi yox idi. O uşaq evində böyümüşdü. Amma bu gündən sonra heç vaxt yalnız olmayacaqdı. Xalam bizə olduğu kimi ona da həm ana, həm də ata olacaqdı.
31 may 1994-cü il. Evlilik təklifi. Nəhayət universiteti bitirdik. Məzunlar günündə böyük bir şənlik təşkil etmişdik. Bizim üçün həm kədərli, həm də sevincli gün idi. 4 il ərzində birlikdə təhsil aldığımız, deyib güldüyümüz, kədərimizi, sevincimizi bölüşdüyümüz tələbə yoldaşlarımızdan ayrıldıq. Mənim üçün isə 2 qat sevincli gün idi. Bunun səbəbi Kənanın da yanımda olması idi. Ağlıma belə gəlməzdi ki, bir gün sevdiyim adam da məni sevəcəkdi. Mənə sevgisini etiraf edəndə sevincindən ağlamışdım. Gözlərindən başa düşürdüm ki, bu gün mənə nəsə demək istəyirdi. Aysel mütləq Kənanın evlilik təklif edəcəyini demişdi. Ümid edirəm ki, onun bu təklifi qarşısında cavab verə biləcəkdim. Həyəcandan dilim tutulmayacaq. Şənliyin sonlarına yaxın Kənan birdən ayağa qalxdı. Bir dəqiqə deyərək hamının diqqətini bizə yönəltdi. Ayselin dedikləri yersəkləşirdi. Kaş o da bütün bunları görə biləydi deyə düşünürdüm. Amma xəstə olduğu üçün gələ bilməmişdi. Kənan sözünə davam etdi. Bu gün mənim üçün çox əziz və dəyərli olan bir insandan vacib bir şey soruşmaq istəyirəm. Hamı diqqətlə mənə tərəf baxdı. Çox utanırdım. Kaş bunları tək olanda söyləsəydi deyə düşünürdüm. O isə bunlara fikir verməyib mənə yaxınlaşdı və qarşımda diz çöküb bir üzük qutusu çıxartdı. Gözlərimin içinə baxaraq uzun zamandır ki, gözlədiyim o evlilik təklifini etdi. Nazlı, mən indiyə qədər sevginin nə olduğunu anlamırdım. Ta ki, səninlə tanış olana və səni tanıyana qədər. Bir qızın uşaqlıqdan bəri qarşılıq gözləmədən bir oğlanı indiyə qədər bu qədər çox sevə biləcəyini heç vaxt düşünməzdim. Bağışla, yəqin ki, bunu hardan bildiyimi soruşacaqsan. Amma Ayselə qəzəblənmə. O sadəcə ağzından qaçırtdı. Nəysə, çox uzatmaq istəmirəm. Gecənin əsas sualına keçək. Mənə ərə gələrsən? Hələ də cavab verə bilməmişdim. O an Kənanın qorxduğunu hiss etdim. Yəqin ki, yox deyəcəyimdən qorxmuşdu. Mən onun bütün qorxularını dəf edərək dəfələrlə hə dedim. Cavabımdan sonra Kənan ayağa qalxıb üzüyü barmağıma taxdı və məni bərk-bərk qucaqladı. Hamı isə bizi alqışlayırdı. Şənlik sona çatdıqdan sonra bütün tələbə yoldaşlarım məni və Kənanı təbrik etdilər. Sonra hamı evinə yollandı. Mən olanları Ayselə danışmaq üçün çox tələsirdim. Baş verənlərə hələ də inana bilmirdim. Mənim ən xoşbəxt günüm idi və bunu dünyadakı bütün insanlarla bölüşmək istərdim. Bəzən Kənanın məni sevəcəyinə belə ehtimal vermirdim. Bu sevginin qarşılıqsız qalacağını düşünmüşdüm, amma düşündüyüm kimi olmadı. O da məni sevdi. Səni sevirəm Kənan. Həyatımdakı hər şeydən daha çox və hər zaman da sevəcəm. 7 sentyabr 1996-cı il arzumun gerçək olduğu gün. Nəhayət ən böyük arzum gerçəkləşirdi. Uzaqdan sevdiyim adamın mənə bu qədər yaxınlaşacağını heç vaxt düşünməmişdim. Onu heç bir qarşılıq gözləmədən sevirdim. Artıq qarşılıq gözləmədən sevdiyim insan mənimlə uzun bir yola çıxırdı. Onunla universitetdə qarşılaşdığım gündən sonra həyatımın bu şəkildə irəliləyəcəyini heç düşünməmişdim. Bu qismət idi, yoxsa təsadüf? Bəzən insanların həyatında elə anlar olur ki, onun qismət yoxsa təsadüf olduğunu aydınlaşdırmaq çətin olur. Amma məncə həyatında böyük dəyişikliklərə səbəb olursa, bu qismətdir. Çünki təsadüflər kiçik bir andan ibarət olur və bir də təkrarlanmır. Ən gözəl günümdə atamla anamın da yanımda olmasını istəyərdim. Amma bilirəm ki, bu mümkün deyil. Çünki artıq heç nəyi anlamayan o balaca qız değildim. Xalam, Aysel və Sadiq yanımda idilər və bir anda olsa keyfimin pozulmasına icazə vermirdilər. Sadiqin 2 övladı, Ramal da bu günümə şahidlik edəcəkdi. İlk övladı Ramal. İlk dəfə Kənandan xalama danışanda çox təəccüblənmişdim. Ancaq çox xoşbəxt olmuşdu. Buna baxmayaraq, eynisini Kənanın anası üçün söyləyə bilməyəcəkdim. Kənanın anası Almaz xala. Onun məni sevmədiyindən o qədər çox əmin idim ki, məni və ailəmi, sadəcə Kənanı bu dünyadakı hər kəsdən çox sevdiyi üçün mənimlə evlənməsinə razılıq vermişdi. Mənim barəmdə ona danışanda üzünün necə bir hal aldığını və bu qız bizim ailəmizə yaraşmaz dediyindən əmin idim. Düzdür, Kənan bu haqda mənə heç nə demədi, amma mən az-çox da olsa artıq onu tanıyırdım. Hər zaman olduğu kimi yenə də hər şeydən narazı idi və bu narazılığını da heç cür gizlətməyə çalışmırdı. Amma bu o demək deyil ki, Kənanın ailəsində məni heç kim sevmirdi. Onun atası Şakir əmi böyük bir tikinti şirkətinin sahibi idi. Kənan da atasının arzusunu gerçəkləşdirib mimar olmuşdu. Şakir əmi o qədər qayğıkeş və mehriban idi ki, onda bəzən atamı görürdüm. Kənanın kiçik bir bacısı da var idi, Nuray.
Nuray gülərüz, mehriban insanlarla dolanmağı çox gözəl bacaran bir insan idi. Qətiyyən anasına oxşamamışdı. Əlbəttə ki, xasiyyətinə görə. Bu günü çox gözləmişdim. Arzumun gerçək olduğu günü. Bütün həyatımı onunla keçirəcəyimi düşünmək məni həyəcanlandırırdı. Kənanı sevməkdən bir an yorulmamışdım və heç vaxt da yorulmayacaqdım. 16 mart 2006-cı il, doğum günü. Evə qayıdarkən bütün yol boyu Kənanla olan hekayəmizi düşünmüşdüm. Bəzən bütün baş verənlər möcüzə kimi gəlirdi. Sanki yuxuda idim və birazdan xalam oyadacaqdı. Artıq saat 7 tamamdır. Universitetə gecikəcəksən deyəcək və mən də universitetdəki ilk dərs günümə qayıdacaqdım. Bunları düşündüyüm an avtomobil dayandı və o anda mən diksindim. Anladım ki, hər şey həqiqət idi. Ümidimin doğum günü idi. Onun dünyaya gəlməsini necə böyük bir ümidlə gözlədiyim illər gözümün önündə canlanmışdı. Düzdür, bəziləri düşünə bilər ki, 10 il o qədər də uzun bir il deyil, amma həkimin söylədiklərinə görə mənim ana olmaq ehtimalım çox-çox az idi. Mənsə ümidimi heç vaxt itirməmişdim. Sürücü birdən "Xanım, artıq çatmışıq" deyə dilləndi. Mən necə də həyəcanlıydım. Nəhayət işlərimi bitmişdi və evə gedib çatmışdım. Əmin idim ki, Nuray hər şeyi hazırlamışdı. Mən də içəri girib oğlumu bərk-bərk qucaqlayacaq və gecikdiyimə görə üzr istəyəcəkdim. O dediklərimi başa düşməsə də hisslərimi anlayacaqdı. Sürücü mənə tərəf təəccüblə baxırdı, çünki 10 dəqiqə idi ki, çatmışdıq və mən hələ də avtomobildən enməmişdim. Sürücüyə təşəkkür edib avtomobilin qapısını açmaq üçün dəstəyi tutdum. O an anladım ki, keçirdiyim həyəcan sadəcə oğlumun doğum günü ilə əlaqəli deyildi. Sanki başqa nəsə vardı. Qəribə bir hiss, həyəcan, qorxu, narahatlıq. Bunun necə bir hiss olduğunu təyin edə bilmirdim. Səhərdən bəri oğlumun doğum günündə yanında olacağım üçün çox səbirsizlənirdim. Bu hisslər nə zaman qəlbimə əsir almışdı bilmirdim. Avtomobildə olanda Kənanla keçirdiyimiz günləri, övladımın doğumunu xatırlayırdım. Artıq başa düşürdüm ki, bütün bu xatırladıqlarım keçirdiyim hissin nəticəsi idi. Sanki nəsə qəlbimi sıxır, nəfəsimi kəsirdi. Ümid edirdim ki, hər şey yolundadır. Avtomobildən endim. Bizim həyətin önündə bir polis maşını vardı. O zaman başa düşdüm ki, keçirdiyim hisslər səbəbsiz deyildi. Qorxmağa başlamışdım. Belə gözəl bir gündə polis maşının bizim həyətin önündə nə işi ola bilərdi, deyə düşündüm. Allahıma yalvarırdım ki, bunun mənim hiss etdiklərimlə heç bir əlaqəsi olmasın. Evə girməyə çox qorxurdum, amma başqa bir yolum yox idi. Həyətə keçdim. Qəribə bir sakitçilik çökmüşdü. Qapını döydüm. Kənan açdı. Qapının səsi belə içimdəki qorxunu artırmaqda yetərli idi. Ona baxdım. Başını qaldırdı. Mənə atdığı baxışları heç vaxt unutmayacaqdım. Başa düşdüm ki, heç nə qaydasında deyildi. Özümü güclə də olsa ayaq üstündə tutmağa bacardım. Nəhayət danışa bildim və Kənandan soruşdum. Kənan, polisin bizim evimizdə nə işi var? Nəsə olub? O heç nə demədi və susdu. Üzümə baxmırdı. Bu an evin bütün sakinləri qapıya gəldilər. Sadiq də onların içərisində idi. Sonra da polislər gəldilər. Bu baş verənləri başa düşmürdüm və izah edən də yox idi. Birdən səsimi yüksəltdim. Axı niyə danışmırsınız? Sizdən soruşuram. Hamı başını aşağı dikib yenə susdu. Gözlərindəki qorxunu hiss etmək o qədər də çətin değildi. Sadiqin üzərinə getdim. Heç olmasa sən cavab ver. Ümid harda idi? Deyə düşündüm. Polis nəhayət sükutu pozdu. Xanım sakitləşdi. Sakitləşmək. Bunu necə də gözəl ifadə edirdi. Amma keçirdiyim hisslər məni rahat buraxmırdı. Tam o an polisin verdiyi sual hər şeyi anlamağa yetdi. Siz yəqin ki, Ümidin anasısınız. Bəli, mən Ümidin anasıyam deməyi çox istəyirdim. Amma dilim sanki tutulmuşdu. Kənanın başını yellədiyini gördüm. Kənan mənə baxıb dedi. Nazlı, gəl, içəri keçək. Sənə hər şeyi danışacağıq. Səsi titrəyirdi. Mən içəri keçməyəcəm. Nə olubsa hər şeyi burada danışacaqsınız dedim. Nuray dilləndi. Bağışla məni Nazlı, mən onu qoruya bilmədim deyə hönkür-hönkür ağlamağa başladı. Kənan isə onu mən qorumalıydım dedi. Artıq səbrim tükənmişdi. O an məndən asılı olmadan qışqırdım. Axı burada nə baş verir? Biri cavab verəcək ya yox, yoxsa sadəcə özünüzü günahlandıracaqsınız. Polis, xanım, oğlunuz Ümid yoxa çıxıb. Onu tez bir zamanda tapmağa çalışırıq. Xahiş edirik, bizə inanasınız. Yoxa çıxıb? Mən bu kəlmədən sonra heç nə eşitmirdim. Sanki dünya fırlanmağa başlamışdı. Nazlı, oyan, sən yaxşısan? Kənanın səsi idi. Gözlərimi yavaşca açıb Kənanın əlindən tutduğunu gördüm.
Düşündüm ki, hər şey yuxu imiş. Birdən hamının ətrafımda olduğunu, polisin isə otağın künc hissəsində dayanıb telefonda nəsə danışdığını gördüm. Anladım ki, hər şey həqiqət idi. Ayağa qalxmaq istəyəndə hamı məndən tutub "Nazlı, sakit ol, xahiş edirik, biraz uzan" dedilər. Özümə hakim ola bilmədim. Sakit olum. Siz mənimlə zarafat edirsiniz. Mən işdən çıxıb evə gəlmişəm və ilk eşitdiyim söz oğlunuz yoxa çıxıb oldu. Siz isə məndən sakit olmağımı istəyirsiniz, deyə çıxırdım. Nazlı qızım, Şakir əmi dilləndi. Qolumdan tutub məni kresloya oturtdu. Onu yox deyə bilmədim. Səsi o qədər nəvazişli idi ki, bu illər ərzində bir dəfə də olsa mənə qarşı səsini yüksəltməmişdi. Həmişə bir ata qayğısı ilə yanaşmışdı. Belə bir insanın sözünü yerə sala bilməzdim və mən də heç nə demədən oturdum. Şakir əmi hər şeyi danışmağa başlaması üçün Kənana işarə etdi. Kənan çətinliklə də olsa sözə başladı. Səsi titrəyirdi. Nazlı, hardan başlayacağımı bilmirəm. Biz Nurayla birlikdə mağazaya gedirdi. Ümid çox ağlayırdı. Bilirsən, ağlayanda onu ancaq Nuray sakitləşdirə bilər. Onu da özümüzlə apardıq. Nuray mağazada çantasını unutduğu üçün geri qayıtdı. Mən isə gözləri doldu. Nuray isə gəldiyimdən bəri sadəcə ağlayırdı. Kənan danışa bilmədiyi üçün Şakir əmi davam etdi. Qızım, Kənan Ümidin yanında olub. Hər şey bir anda baş verib. Bir nəfər ünvan soruşmaq üçün Kənana yaxınlaşıb. Kənan da ona yolu göstərərkən necə olub, necə baş verib bilmirik. Sanki Ümid bir an içərisində qeyb olub. Hər ikisi telefonlarını evdə unudublarmış. Ona görə də tez özlərini evə çatdırıblar. Bunu ifadə etmək çox çətindir, çox. Şakir əmi də susdu. Bu an Almaz xala mənə yaxınlaşıb, qızım, hər şey yaxşı olacaq dedi. Mənə bir dəfə də olsun qızım deyə müraciət etməmişdi. Bu yaxınlığı bir an olsun məni sakitləşdirdi. Sanki o yaxşı olacaq dediyi üçün hər şey yaxşı olacaqdı. Birdən Kənan dilləndi. Nazlı, mən necə olduğunu başa düşə bilmirəm. Hər şey bir an içində olub bitdi. Kaş ki onu evdə saxlasaydın. Bu da baş verməzdi. Ona aparmağa nə gərək vardı? Hələ bu gün 1 yaşı tamam olacaq bir körpəni ananın yanında qoyub gedə bilərdin. Bir müddət sonra sakitləşərdi. Səsimin çox yüksəyə çıxdığını hiss etdim. Birdən Almaz xala, bir dəqiqə, sən mənim oğlumu günahlandırmağa çalışırsan? İlk öncə sən 1 yaşı bu gün tamam olan bir körpəni doğum günündə qoyub getmisən. Heç düşünürsən ki, sən getməsəydin bunlar olmazdı, deyə çığırdı. Şakir əmi ona susmasını söylədi. Hər kəs çox pərişandır. Ona görə də heç kəsi dediklərinə görə günahlandırmaq olmaz. Polislər, xanım, övladınızın yoxa çıxması xəbəri bizə çatan kimi onu axtarmağa başlamışıq. Hər kəsi səfərbər etmişik. Narahat olmayın. Onu tez bir zamanda tapacağıq. Düzdür, sizin üçün çox çətindir. Nə qədər söyləsək də sizlərin sakitləşməsi mümkün deyil, amma buna baxmayaraq, hər kəs bu işdə bizə kömək etsə, çox yaxşı olar. Biz indi gedirik. Hər an yeni bir xəbər olsa, sizi məlumatlandıracağıq deyərək getmək istəyirdilər ki, mən də onlarla birlikdə gedib polis idarəsində gözləyəcəyimi dedim. Hər kəs mənə mane olmağa çalışdı, amma mən onları dinləmədim. Sadiqlə Kənan da mənimlə gəldilər. Biz bütün gecəni polis mərkəzində keçirdik. Saat artıq 12:00 idi. Övladımın doğum günü sona yetirdi. Doğulduğu gündə onu itirəcəyimizdən qorxurduq. Yenə də həmin hadisə baş verirdi. Biz qorxurduq. Bütün gecəni dua etməklə keçirtdim. Allahım, xahiş edirəm, yalvarıram. Oğlum hardadırsa yaxşı olsun. Söz verirəm, onu bir də yalnız buraxmayacağam. 24 mart 2006-cı il. Bir həftə sonra. Bir həftə. Ümidimin yoxa çıxmasından tam bir həftə keçirdi. Və hələ də ondan bir xəbər yox idi. Mənim yaşamağı unutduğum bir həftə. Bütün bu hadisələr əvvəlcədən planlaşdırılmışdı sanki. Həmin gün Kənandan ünvanı soruşan adam da yoxa çıxmışdı. Bilmirdim, çox qəribə hiss edirdim. Hər şey bir saniyənin içində necə baş verə bilərdi? Bu düşüncələr məni çox narahat edirdi. Bütün həftə boyu Kənanla bir dəfə də olsa danışmamışdım. Nazlı, biraz yemək ye. Doğru düzgün heç nə yeməmsən, dedi Aysil. Bu bir həftə ərzində Aysil də, xalam da bir an olsun belə məni yalnız buraxmamışdılar. Onların yanımda olması az da olsa məni rahatladırdı. Çünki özümü çox yalnız hiss edirdim. Qaranlıqlar içində tək başına qalmışdım sanki. Yox, heç nə yeyə bilmərəm. Sanki boğazımda düyün olduğunu hiss edirəm, dedim. Yeməsən necə güclü qalacaqsan? Bilirəm, bu vəziyyətdə yemək, yatmaq heç bir mümkün deyil, amma bunu ümid üçün etməlisən. Ağla,
ağlayarkən rahatladığını bilirəm. Ayselin bu sözlərindən sonra başa düşdüm ki, məni bu həyatda ondan yaxşı tanıyan biri yoxdur. Hamı ağlama, hər şey yaxşı olacaq deyirdi, amma ağlayarkən az da olsa rahatladığını anlamırdılar. Mən öz körpəmi öpməyə belə qıymazkən harda olduğunu, ac olub olmadığını, ağlayıb ağlamadığını bilmirdim. Əlimdənsə ağlamaqdan başqa heç nə gəlmirdi. Nazlı qızım, bilirəm nələr hiss etdiyini, bilirəm. İçində sanki tufanlar qopur. Heç kəsin səni anlamadığını düşünürsən. Dinlə qızım. Sən ki deyirdin, insan ümidini itirsə, yaşamaq sevincini də itirəcək. Mən isə heç vaxt ümidimi itirməyəcəm. Allahın dualarımı qəbul edib mənə bir övlad nəsib edəcəyindən əminəm. İndi isə öz dediklərini xatırla. Sənin yaşamaq sevincin ümidindir. Onu sənə nəsib edən Allahdır. Sən onu yaradandan istə. Tezliklə ona qovuşacaqsan. Xalamın söylədiyi bu sözlər sanki o an məni oyandırdı. Xalamın səsini eşidəndə hiss edirdim ki, anam saçlarımı sığallayır və mənə hər zaman yanımda olacağını söyləyirdi. Yaxşı ki yanımdasınız, yaxşı ki varsınız deyə xalamı bərk-bərk qucaqladım. Təklikdə həyata çıxmaq istəyirdim. Ev məni boğurdu. Nəfəs ala bilmir, boğulacaqmış kimi hiss edirdim. Xalama xəbər verib həyətə enəndə Almaz xalanın səsini eşitdim. Başa düşmürəm, mənim övladlarımdan nə istəyir? Kənan bir həftədir heç nə yemir. Nuray sadəcə ağlayır. Mən ümidimi qoruya bilmədim deyir. Sanki ümidi ondan başqa sevən yoxdur. Bu zaman Şakir əmi dilləndi. Onu başa düşmək bu qədər çətindir. Axı sən də anasan. Öz övladlarının halına acıyırsan, amma onunkuna yox. Sən bir ana kimi ona hamıdan yaxşı başa düşməlisən. Sonra mübahisə etməyə başladılar. Başa düşməliyəm? Bəs o niyə oğlumun vəziyyətini başa düşmür? Onunla bir həftədir ki, danışmır. Sən görmürsən ki, o qız Kənanı necə haqsızlıq edir? Ümid onun olduğu qədər mənim övladımın da oğludur. O isə Kənana dəstək olmaq yerinə ona əzab verir. Yox, mən nə desəm, sən anlamayacaqsan. Sən onu müdafiə etməyi burax. Biraz da oğlunun qeydinə qal. Bəsdir qadın. Belə bəşdən danışsan, hər şey eşidəcək. Sən də biraz da olsa gəlinini başa düşməyə çalış. Şakir əmi nə qədər məni müdafiə etməyə çalışsa da, Almaz xalanın ilk dəfə idi ki, bu qədər doğru dediyini düşünürdüm. O haqlı idi. Mən Kənana dəstək olmaq yerinə onu tək başına buraxmışdım. Almaz xala övladımın olması ehtimalının çox az olduğunu eşidəndə Kənandan başqası ilə evlənib məndən boşanmasını istəmişdi. Ancaq Kənan isə övladımız olmasa belə mən bütün həyatımı onunla keçirəcəm. Mən onu sevdiyim üçün evlənmişəm. O qız bütün həyatı boyu ancaq məni sevib, anacan. Sən oğlunu bu qədər çox sevən bir qızı hardan tapacaqsan, demişdi. Bütün bunlardan sonra mənim ona qarşı etdiyim doğru değildi. Yanında olmaq yerinə ona arxa çevirməyim doğru değildi. Tez otağımıza yollandım. Kənan oğlumuzun beşiği yanında dayanmışdı. Ona yaxınlaşdım. Mənim gəldiyimi hiss etsə də başını qaldırmadı. Əlimi çiyninə qoyub, Kənan, məni bağışla, dedim. O anda mənə baxdı, ağlayırdı. Axı övladının itməsi öz günahı hesab edirdi. Mən ona belə deyil, sən günahkar deyilsən deməliydim. Amma bunların heç birini etməmişdim. Kənanı bərk-bərk qucaqladım və dəfələrlə üzr istədim. O isə buna icazə vermirdi. Nazlı, axı sən niyə üzr istəyirsən? Bunlar mənim günahımdır. Mən bağışlanmağa layiq deyiləm. Burada heç bir günah yoxdur. Sən bunların olacağını bilə bilməzdin. Mən səndən üzr istəməliyəm. Çünki səni tək başına buraxdım. İkimiz də eyni hissləri keçirərkən bunu başa düşə bilmədim. Özümü saxlaya bilməyib yenə ağlamağa başladım. O da mənə bərk-bərk sarıldı. Birdən qapı döyüldü. Hər qapı döyüləndə qorxmağa başlayırdım. Qəribə bir qorxu qəlbimi əsir aldı. Kənanla birlikdə qonaq otağına keçdik. 2 polis məmuru otaqda idi. Kənanın əlini bərk-bərk sıxdım. Üzümə baxıb məni sakitləşdirəcək bir baxış atdı. Hər kəs toplaşmışdı. Polis məmurlarından biri sözə başladı. Bilirəm, hamınız təşviş içindəsiniz. Biz əlimizdən gələni edirik. O gün Kənan bəydən ünvanı soruşmaq üçün yaxınlaşan adam axtarırıq, amma hələ də tapa bilməmişik. Sanki o da yoxa çıxıb. Mağazanın yanındakı təhlükəsizlik kamerası çalışmadığı üçün orada kimlərin olduğunu təyin edə bilmədik. Sadəcə qonşulardan nəsə görüb görmədiklərini soruşduq. Onlar da heç nə görməyiblər. Dediklərimdən sonra nələr düşünəcəyinizi təxmin edə bilmirəm. Amma bizimlə əməkdaşlıq etsəniz, oğlunuzu tezliklə tapacağıq. Buyurun, yoldaş Əhmədov, deyə yanındakı polis məmurunu işarə etdi. Söhbətə o davam etdi. Salam, mən İstintaq İdarəsindən müstəntiq Əhmədov Cavid. Bu gündən sonra bu hadisənin araşdırılması mənə həvalə olunmuşdur.
Mən elə hesab edirəm ki, bu əvvəlcədən düşünülmüş bir qaçırılma hadisəsidir. Heç nə təsadüfən baş verməmişdir. Kənan bəydən ünvanı soruşan adam belə fikrimizcə bu hadisənin bir parçasıdır. İndi sizdən soruşacaqlarımı dürüst bir şəkildə cavablandırmağınızı xahiş edirəm. Düşmən olduğunuz ya da sizinlə düşmənçilik edən biriləri varmı? Bu danışılanlara inana bilmirdim. Mənim günahsız körpəmlə kim düşmənçilik edə bilərdi, deyə düşünürdüm. Şakir əminin səsi məni düşüncələrimdən oyandırdı. Bizim böyük tikinti şirkətimiz var, amma indiyə qədər nə çalışdığımız insanlar, nə də işçilərimizin bizdən narazı qaldığını eşitməmişəm. Həmişə onlara razı salmağa çalışmışıq. Ancaq bu qədər əmin danışmaq da düzgün olmaz. Bilmədiyimiz şeylər də ola bilər. Şakir əmi, əminsiniz, biraz da fikirləşin dedim. O anda Almaz xala dilləndi. Fikirləşməli bir şey yoxdur. Sən neçə illərdir bizimlə birlikdə yaşayırsan. Başa düşə bilmirəm. Necə belə danışırsan? Səsi çox yüksək çıxmışdı. Anlamırdım. Mənim körpəmi tapmağa çalışdığım üçün hər şeyi edəcəyimi bilirdi. Bir ana kimi məni başa düşmək yerinə hələ də hər şeyə görə məni günahlandırırdı. Əmin idim ki, Almaz xala da nəvəsinə görə çox narahat idi, amma belə bir vəziyyətdə deyiləcək hər bir söz, qurulacaq hər bir cümlə vacibdir. Məni başa düşməsə belə ən azından bunları düşünə bilərdi. Nuraydan nəsə soruşmaq istəyəndə Almaz xala polislərə onun halını görmürsünüz, sadəcə ağlayır, heç nə yemir, içmir. Nə soruşmaq istəyirsinizsə daha sonra soruşarsınız deyib Nurayı otağına apardı. Polis məmurları özləri də heç nə başa düşmədilər və belə edərək işimizi daha da çətinləşdirirsiniz. Nəsə xatırlasanız, bizə söyləyərsiniz. Biz də hər an sizin olanlarla xəbərdar edəcəyik deyib getdilər. Sadəcə baş verənlərə görə onlardan üzr istədik. Mən Almaz xalanı heç vaxt başa düşə bilməyəcəyimi düşünürdüm. Kaş ki, övladına göstərdiyi nəvazişin yarısını mənə də göstərə bilsəydi. 30 mart 2006-cı il. O hadisə. Zaman keçirdi, həm də çox tez. Ümidin doğum günündə keçmək bilməyən zaman. Sanki mənə düşmən kəsilmişdi. Hələ də bir xəbər yox idi. Hamı nazlı övladına görə güclü olmalısan, deyirdi. Amma başa düşmürdülər ki, övladım mənim gücümdür. Onun yoxluğundan necə güclü qala bilərdim. Artıq nə edəcəyimi, necə davranacağımı bilmirdim. Hər gün xalam ya da Aysel məni görməyə gəlirdi. Onlar getdikdən sonra özümü çox yalnız hiss edirdim. Düzdür, Kənan yanımda idi, amma o da çox vaxt polis mərkəzinə gedirdi. Polislərin bizi hər şeydən xəbərdar etmələrinə baxmayaraq, Kənan da, Şakir əmi də yerində dura bilmirdilər. Mən nə qədər getmək istəsəm də aparmırdılar. Nuray isə polislərin evə gəldiyi son gündən sonra otağın qapanıb bayıra çıxmırdı. Almaz xala da hər zamanki kimi hər şeydə məni günahlandırırdı. Onun bildiyi ən sadə şey bu idi. Məni günahlandırmaq. Düşüncələrimdən qapının səsi ilə oyandım. Kənan olduğunu düşünüb qapını açmağa getdim. Almaz xala artıq qapını açmışdı. Gələn Rəşad idi. Nurayın keçmiş həyat yoldaşı. Nuray bir neçə il bundan əvvəl sonra heç də xoş bitməyən bir evlilik keçirmişdi. Bunu ilk dəfə gəlib mənə söyləyəndə çox sevinmişdim. Nurayın çox xoşbəxt olmasını istəyirdim. Onun təkidi ilə olanları hamıya mən danışmışdım. Şakir əmi Nuray hər şey gizlətdiyinə görə bir qədər cileylənmişdi, amma Almaz xalanın israrından sonra Rəşadın ailəsi ilə görüşmək qərarına gəldi. Rəşad Nurayın tibb bacısı kimi çalışdığı xəstəxanada baş həkimi idi. Onlar həmin xəstəxanada tanış olmuşdular. Ailələr qərara gəldilər ki, onları evləndirsinlər. Onlar 2001-ci ilin yay ayında evlənmişdilər. Hər şey çox yaxşı idi. Nuray bir müddət məndən əvvəl hamilə olduğunu öyrənmişdi. Çox sevinmişdi, ta ki o hadisə baş verənə qədər. Nuray evdə tək imiş. Rəşadı təcili olaraq xəstəxanaya çağırıblar. Rəşadın ailəsi də onlarla yaşamırdılar. Qızlarının təhsilinə görə xaricə köçmüşdülər. Almaz xala və mən onun yanına çox tez-tez gedirdik. Biz çox təkid etmişdik ki, o bizimlə yaşasın. Onların evləri xəstəxanaya daha yaxın olduğu üçün Nuray qəbul etməmişdi. Çünki Rəşadı tək saxlamaq istəməmişdi. Anası narahat olmasın deyə Nuray həmin gün mənə zəng vurmuşdu. Məndən tez yanına gəlməyini xahiş etmişdi, ancaq işim bir qədər uzandı. Üstəlik yolda olan tıxac da məni çox ləngitdi. Evlərinə çatanda isə artıq gecikmişdim. Gəldiyim zaman gördüyüm mənzərə Nuray yerdə yatırdı. Huşunu itirmişdi. Tez təcili yardıma zəng vurdum və onu xəstəxanaya apardılar. Oyandıqdan sonra Nuray hər şeyi danışdı. Otağından çıxıb pilləkənlərlə aşağı enmək istəyəndə başı fırlanmağa başlayıb.
Ondan sonrasını xatırlamadığını söyləmişdi. Xatırlasa da, xatırlamasa da, hər şey onsuz da aydın idi. Nuray körpəsini itirmişdi və bir daha ana ola bilməyəcəkdi. Mən bunun üçün özümü çox günahlandırırdım. Almaz xala da bu işdə mənə çox kömək edirdi. Mən heç vaxt Nurayla belə bir hadisənin baş verməsini istəməzdim, amma nə qədər özümə təsəlli verməyə çalışsam da, Almaz xala iynələrini sancmağa davam edirdi. Bütün bunlara baxmayaraq, Nuray özümü günahlandırmağım yersiz olduğunu söyləmişdi. Onun sözləri az da olsa məni sakitləşdirmişdi, ancaq baş verən hadisə Nurayın həyatında böyük dəyişikliyə səbəb oldu. Rəşadın anası onun bir daha ana ola bilməyəcəyini öyrənəndə onları ayırmaq qərarına gəlmişdi. Rəşad isə Kənan kimi anasına qarşı gələ bilməyib ayrılmaq qərarını qəbul etmişdi. Nuraya bütün bu hadisələrdən sonra özünə gələ bilməsi çox çətin oldu. Biz hamımız ona dəstək olmuşduq. Nurayın ən böyük şanssızlığı həyatında Kənan kimi bir insanın olmaması idi. Həmin Rəşad bizim evimizə gəlmişdi. Niyə gəldiyini başa düşmürdüm. Yəqin ki, o da hadisədən xəbər tutmuşdu. Nəhayət dilləndi. Salam, sizi belə bir zamanda narahat edirəm. Kənan polislərlə birlikdə bizim xəstəxanaya gələndən sonra hər şeyi öyrəndim. Ümid edirəm, övladınız tezliklə tapılacaq. Nə kömək lazım olsa, mən hazıram. Almaz xala onun üzünə belə baxmırdı və susurdu. Mən danışmaq istəyəndə Nurayın səsini eşitdim. Heç bir köməklik lazım deyil, amma yenə də düşündüyün üçün təşəkkür edirik. Rəşadı gördükdən sonra keçmişi düşünərək başa düşdüm ki, vaxtilə Nuray mənə özümü günahlandırmağıma icazə verməmişdi. Mən də ona imkan verməməli idim. Rəşada gəldiyi üçün təşəkkür etdim. Sonra o çıxıb getdi. O gedəndən sonra Almaz xalanın üzündəki narazılıq da silindi və otağına yollandı. Rəşadı gördükdən sonra o hadisəni xatırlamışdım. Nurayın etdiyi kimi mən də ona özünü günahlandırmağa imkan verməməli olduğumu başa düşmüşdüm. Getmək istəyirdi ki, mən onu dayandırdım. Üzr istədim. Nuray, sənə qarşı haqsızlıq etdim. Bağışla, amma həqiqətən də artıq necə davranacağımı bilmirəm. O isə, Nazlı, sən bağışla, mən ümidi qoruya bilmədim. Səni əlbəttə ki, çox yaxşı başa düşürəm. Həm də çox yaxşı. Dua edirəm ki, ümid tezliklə bizimlə olsun, dedi. Biz bir-birimizə sarılıb ağlamağa başladıq. Mən də hər gecə dua edirdim. Oğluma tez qovuşum. 31 mart 2006-cı il. Bir gün daha. Bir gün daha keçdi. Oğlumsuz bir gün daha. Onsuz keçirdiyim hər günümü təqvimimdə qaralayırdım. Çünki həyatımdakı rənglər də onunla birlikdə solmuşdu. Nazlı, sabahın xeyir. Kənanın səsi məni düşüncələrimdən ayırdı. O, polis mərkəzində gecələmişdi. Baxışlarından bəlli idi ki, nəsə baş verib, dilləndim. Nəsə olub, bir xəbər var. Kiçik bir ipucu tapılıb. İpucu, nədir o ipucu? Bunu polis göndərib ki, sən təyin edəsən. Ümidindir, ya yox. O əlindəki uşaq papağını və əlcəklərini mənə uzatdı. O an bütün bədənim buz kəsildi. Əlcəklər və papaq mənim ümidimə aid idi. Övladın əşyalarını o dəqiqə tanımışdım. Doğum günündə onları öz əllərimlə ona geyindirmişdim. Nələr baş verdiyini anlamırdım. Bunlar harada tapılıb? Bir evdə. Necə yəni evdə? Hansı evdə? Məni bağışla. Bunları sənə indi dediyim üçün, amma ümidlənməyindən sonra isə onları boşa çıxacağından qorxduğumu bilirsən ki, ümid haqqında hər yerə məlumat verilib. Bir nəfər dünən polisə zəng etmişdi. Zəng edən adam qonşuluqda kiçik bir evin olduğunu, bu evə yenicə bir qadının köçdüyünü və qadının üzünün bağlı olduğunu, özünə qərbə apardığını söylədi. Evə yalnız köçəndə görüblər, ancaq çıxdığını, harasa getdiyini görən olmayıb. Evdən uşaq ağlamasının eşidildiyini qeyd etdi. Yenə də çox fikir verməyib. Amma ümidlə bağlı hadisədən xəbər tutandan sonra polisə zəng etməyə qərarına gəlib. Özü də qapını döyməyə gedib, amma açan olmayıb. Çox da şübhələndirmək istəməyib. Biz də polislərlə birlikdə ora getdik. Ev bomboş idi. Sadəcə bunlar vardı. Adamı dindirdilər. Yaşlı bir kişi idi. Kişi özü də çox təəccüblü idi. Qadının nə vaxt və necə getdiyini başa düşmürdü. Ətrafdakılar da heç nə görməmişdilər. Necə gəlib, necə gedib. Sanki ruh olub və birdən yoxa çıxıb. Qadın örtülü olduğu üçün üzünü də görməyiblər. Hətta o örtüyün altında kişi olması ehtimalı belə var. Əlimizdə olanı isə sadəcə bu papaq və əlcəklərdir. Bilirəm, səhv etmişəm, bilirəm. Sənə hər şeyi danışmalıydım, amma qorxdum. Ümidlərinin məhv olacağından qorxdum. Nazlı, elə dayanma. Heç olmasa bir şey söylə. Mən donmuşdum. Kənanın danışdıqlarına inana bilmirdim. Onun nə vaxt danışdığını sonlandıracağını və məni bu əzab verici cümlələrdən qurtaracağını gözləyirdim.
Kənan təklikdə bu qədər çox həyəcan və qorxu yaşamışdı. Mən isə nə onun, nə də oğlumun yanında ola bilməmişdim. O, hər zamanki kimi özünü yox, məni düşünmüşdü. Nə deyəcəyimi bilmirdim. Kənanın əlindən tutdum. Ümidlərimin boşa çıxacağından qorxduğun üçün səni necə günahlandıra bilərəm? Hər zaman olduğu kimi məni və oğlumu qorumağa çalışmısan, amma bu qorxunu tək başına yaşamağın haqsızlıqdır. Nəyə görə özünə haqsızlıq edirsən? Kənan heç nə demədi. Sadəcə mənə bərk-bərk sarılıb ağlamağa başladı. Kənan həmişə mənə təsəlli verərdi. O, təsəlli verəndə hər şeyin yaxşı olacağına daha çox inanırdım, amma ağladıqca sanki hər şey məhv olmuş kimi hiss edirdim. Bütün gecəni sadəcə olaraq bunları fikirləşdim. Axı örtüklü o adam kim idi və mənim oğlumdan nə istəyirdi? 10 aprel 2006-cı il. Dəstək. Ümidin yoxa çıxmasından 10 gün daha keçirdi. Mənim isə əlimdə ağlamaq və düşünməkdən başqa heç nə gəlmirdi. Polislər artıq əmin idilər ki, oğlumun yoxa çıxması əvvəlcədən planlaşdırılmış bir qaçırılma hadisəsidir. Axı bu kimin işi ola bilərdi? Mənim oğlumu qaçırmalarının səbəbi nə idi? Yenə də bu suallarla tək başına idim. Kənan demək olar ki, evə gəlmir, polis idarəsində gecələyirdi. Mənimlə üz-üzə gəlməkdən sanki qaçırdı. Əslinə qalsa bunun səbəbini bilirdim. Mənim onu günahlandırmadığımı bilməsinə baxmayaraq hələ də özünü təqsirkar hesab edirdi. Onun bu fikrindən daşındıra bilmirdim. Nə qədər çalışsam da bunu bacarmırdım. Almaz xala isə hər dəfə baxışlarıyla məni təqsirləndirdiyini göstərirdi. Amma buna fikir verməməyə çalışırdım. Ümiddən başqa heç nə düşünmək istəmirdim. Ən böyük dəstəkçim Şakir əmi idi. Başımı oxşayıb, qızım, əmin ol, Ümid səni belə görmək istəməzdi, dediyi zaman sanki özümdə güc tapmağa başlayırdım. Aysel hər zamanki kimi məni düşüncəli halda gördüyü üçün bayıra çıxarıb bir qədər hava almağa apardı. O qədər çox təkid etdi ki, razılaşmaq məcburiyyətində qaldım. Çünki Aysel təkid etməyə başladısa, heç kim ona yox deyə bilməzdi. Təkid qabiliyyətinin güclü olduğu üçün yox, sadəcə olaraq susmadığı üçün. Birlikdə çalışdığımız tədris mərkəzinə getdik. Uşaqlarla vaxt keçirsəm, daha yaxşı hiss edəcəyimi söylədi. Haqlı idi. İçəri daxil olan kimi gördüklərim qarşısında göz yaşlarıma hakim ola bilmədim. Divarlarda Ümidin şəkilləri asılmışdı. Uşaqlar mənə yaxınlaşıb dedilər: "Müəllimə, narahat olmayın. Biz oğlunuz üçün dua edirik. O tezliklə tapılacaq." Bu sözlərdən sonra özümü saxlaya bilmədim. Onlara sarılıb hönkür-hönkür ağlamağa başladım. Aysel əlini çiynimə qoyanda özümə gəldim və güclə olsa bunları deyə bildim. Mələklərim, çox təşəkkür edirəm. Siz bu hərəkətinizlə bir daha mənə tək olmadığımı göstərdiniz. Dualara davam edin. Allah sizlərin dualarınızı tez qəbul edər. Tədris mərkəzinin rəhbəri mənə sarıldı. Sakitləşməyim üçün təsəlli etməyə başladı. Bizim rəhbərimizdən bu nəvazişi görmək qəribə hiss edirdi. Amma təəccüblənə bilməyəcək qədər yorğun idim. Bütün müəllimlər yanıma gəlib mənə ürək-dirək verirdilər. Mən sadəcə bunları deyə bildim. Nə yaxşı ki varsınız. Oradan çıxıb nəsə xəbər olacağı ümidi ilə evə yollandıq. Evdə yenə polis məmurları vardı. Cavid bəy də aralarında idi. Onları görəndə hər zamanki kimi qorxmağa başladım. Adətən vacib xəbər olanda evə gəlirlər. Bəlkə də ümid tapılıb deyə düşündüm. Ətrafa nəzər saldım, amma onu görə bilmədim. Həm qorxu, həm həyəcan qəlbimə əl aldı. Evə daxil olan kimi hamı mənə baxdı. Üzlərindəki ifadə heç xoşuma gəlmirdi. Birdən Cavid bəyin səsi eşidildi. "Nazlı xanım, buraya sizinlə danışmağa gəlmişik." Araşdırmalar hələ də davam edir. Bildiyiniz kimi Şakir bəyin böyük bir tikinti şirkəti var. Onun düşmənlərinin olması bizə daha çox inandırıcı gəlmişdi. Yəni, bu daha çox üzərində dura biləcəyimiz bir ehtimal idi. Çünki böyük iş adamlarının bəzən çox böyük də düşmənləri və sevməyənləri olur. Keçən gəlişimizdə bütün bunları düşünüb Şakir bəydən düşmənlərinin olub-olmadığını soruşmuşduq, amma kimə müraciət etdiysə, onlar haqqında sadəcə xoş sözlər eşitdik. İndi sizdən soruşmaq istəyirəm. Əlaqələrinizin yaxşı olmadığı biriləri varmı? Əlbəttə, bu demək deyil ki, kiminlə əlaqəniz bir o qədər də yaxşı deyilsə, o adam oğlunuzu qaçıra bilər. Ancaq bu bizim işimizdir. Hər şeyi bilməyimiz hər kəsin xeyrinədir. Bu anda Almaz xalanın üzünün aldığı ifadəni məndən başqasını da görüb-görmədiyini bilmək istərdim. Amma tez özümü toplayıb cavab verdim. Xeyr, belə biri olduğunu düşünmürəm. Hətta mümkün deyil. Aysel də məni təsdiqlədi. Qızım, əminsən? Məncə biraz düşün. Həyatda hər şey ola bilər. Almaz xalanın səsini eşitdim.
Nə zaman dillənəcəyini gözləyirdim. Məni yanıltmadı. Əslində məni sevməyən insan o idi. Gözləmədən cavab verdim. Mən dediklərimdən əminəm. Yəqin ki, oğlumun tapılması üçün əlimdən gələni edəcəyimi bilirsiniz. Sizi başa düşürəm deyə Cavid bəy dilləndi. Mənim də övladlarım var. Oğlunuzun tapılması üçün əlimizdən gələni edəcəyik. Son günlərdə uşaq evlərinə qoyulan körpələr arasında sizin övladlarınızın olmadığından əminik. Tezliklə oğlunuz haqqında xəbər alacağımıza ümid edirik. Bütün bu sözlər məni sakitləşdirməyə yetmədiyini bilirdim. Amma Cavid bəyin digər polis məmurlarının bizim üçün belə çırpındığını görəndə az da olsa rahatlanmış hiss edirdim. Tək olmadığımızı görmək yaxşı hiss etdirirdi. Təşəkkür edib Cavid bəyi yola saldıqdan sonra diqqətimi çəkən məsələni nəhayət dilə gətirməyə nail oldum. Nuray evdə yox idi. Qəribə idi. Günlərdir otağından çıxmayan Nuray evdə değildi. Almaz xaladan soruşan zaman inələyici bir tərzdə cavab verəcəyindən əmin idim. Amma nə edə bilərdim? Almaz xala, Nuray deyəsən evdə yoxdur. Yaxınlıqdakı parkdadır. Biraz hava almasını istədim. Buna görə də rəfiqəsi ilə bircə onu parka yolladım. Az da olsa günahkar baxışlardan qurtular. Bilirdim, hətta gözləyirdim. Sonda məsələni üzərimə gətirəcəyindən əmin idim. Məni heç bir vaxt yanıltmırdı. Gözlədiyim cavabları hər zaman yerli yerində verirdi. Yenə də sustum. Nurayın nəhayət özünə gəlməyə başlaması məni də sevindirirdi. Çəkdiyi hesabların yanında bu hadisə də ona bir zərbə oldu. Ümid övladı kimi sevirdi. Tədris mərkəzində olanlar Nurayın artıq otağından çıxması mənə az da olsa təsəlli verən hadisələr idi. Amma oğlumdan yenə də heç bir xəbər yox idi. Üstəlik, Kənan da evə gəlmədi. Sadiqlə Şakir əminin bir anda olsa onu tək buraxmadıqlarını bilirdim. Amma yenə də onu görmək mənə daha yaxşı hiss etdirirdi. Oğlumsuz keçirdiyim hər an mənə əzab olaraq geri qayıdırdı. Qovuşacağımız günü səbirsizliklə gözləyirdim. Bir ana üçün boynunda daşıdığı ən dəyərli zinət övladının qollarıdır. Mən tez bir zamanda o zinəti boynumda görmək istəyirdim. 12 aprel 2006-cı il. Zəng. Bilinməyən nömrədən gələn zəng bütün düşüncələrimi alt-üst etdi. Salam, xahiş edirəm bu söylədiklərimi nəzərə alasınız. Övladınızı uzaqda yox, yaxınınızda axtarın. Zəng bitdi. Telefon əlimdə qalmışdı. Bir anlıq heç bir hərəkət etmədən dayandım. Axı bu kim idi? Oğlumla bağlı nə bilirdi? Nazlı, yaxşısan? Kənanın səsi neçə gündən sonra nəhayət evə gəlmişdi. Nazlı, sənə nə olub? Kənan, telefon. Birdən dayandım. Zəng bir zarafat da ola bilərdi. Bəzi insanlar ən çətin zamanlarda belə zarafat etməkdən çəkinmirlər. Belə insanların əlindən nə keçdiyini başa düşə bilmirəm. Əgər bu zəngdən danışsaydım, əminəm ki, Almaz xala bu dəfə də ağlımı qaçırdığımı deyəcəkdi. Kənan uzun müddət sustuğumu görüb dilləndi. Nazlı, niyə sustun? Özümü toplayıb cavab verdim. Kənan, sən yorğun görünürsən. Məncə, biraz dincəlməlisən. Dincəlmək necə də gözəl səslənir, amma yuxularımda sadəcə ümidin qaçırıldığı o anı gördüyüm üçün əzabdan başqa bir şey deyil. Kənanın səsi onun nə qədər yorğun olduğunu bir daha göstərirdi. Amma haqlı idi. Özümün də bacara bilmədiyim şeyi ona söyləməli idim. Sənə çay gətirim? Əlimdən tutdu. O gücündən biraz mənə də ver. Dik duruşundan. Mən artıq bacarmıram. Mən gücü səndən və oğlumdan alıram. Amma bu göstərdiyim gücüm deyil. Sadəcə zəifliyimi gizlətmək üçün oynadığım bir oyundur. Mənə sarılıb ağlamağa başladı. Ah, bu göz yaşları. Qurumaq, dayanmaq bilmirdi. İkimiz də ağlayırdıq. Bundan başqa əlimizdən heç nə gəlmirdi və bu çarəsizlik insanı yeyib bitirdi. Kənan yenə evdə çox qalmadı. Polis idarəsinə yollandı. Nə qədər təkid etsək də dinləmədi. Qızım, narahat olma. Mən hər saniyə onun yanında olacağam. Şakir əmi həmişəki kimi o mehriban səsi ilə məni sakitləşdirdi. Kənan Şakir əmi kimi bir atası olduğu üçün çox şanslı idi. Elə mən də. Bilinməyən zəngdən heç kimə bəhs etmədim. Almaz xalaya xəbər verib xalamgilə yollandım. Almaz xalanın bu anda içində nələr keçirdiyini bilirəm. Oğlu yoxa çıxıb, hamı onu axtarır. Bu isə xalasıgilə gedir. Amma ona əsəbləşə bilmirdim. Çünki gecələr mətbəxdə oturub hönkür-hönkür ağladığını və dua etdiyini eşidirdim. Hətta mənim üçün də dua edirdi. O, sadəcə sərt görünməyə çalışırdı, amma içdən-içə məni bir ana kimi başa düşdüyündən əmin idim. Xalamgilə gedib Asil ilə danışmaq istəyirdim, çünki olanları mütləq bir nəfərə danışmalıydım. İçəri daxil olan kimi xalam məni görüb təəccübləndi.
Çünki övladım yoxa çıxan gündən bəri bir dəfə Aysellə tədris mərkəzinə getmişdim. Başqa heç yerə. Çox narahat görünürdü. Nazlı, hər şey yaxşıdır? Nəsə pis? Yox, xala, hələ ki heç bir xəbər yoxdur. Məni qucaqlayıb, ümid edirəm tezliklə gözəl xəbərlər eşidərik, dedi. Nazlı, xoş gəlmisən. Sadiq hələ də evdə idi. Mən də indicə Kənangilin yanına getməyə hazırlaşırdım. Mən hər zaman Kənanın yanında olduğu, ümidin tapılması üçün əlindən gələni etdiyi üçün ona təşəkkür edirəm. O isə məni susturdu və bunu borcu olduğunu söylədi. O getdikdən sonra Ayselin işdən qayıtmasını gözləməyə başladım. Nəhayət gəldi. Nazlı, xoş gəlmisən. Əslində mən də sizə gəlməyə hazırlaşırdım. Aysel, səninlə danışmalıyıq. Nəsə olub? Məni qorxudursan. Bilmirəm, amma birinə danışmağa ehtiyacım var. Gəl, otağa keçək. Anam mətbəxə yemək hazırlamağa getdi. Otağa keçdik. Tez sözə başlayıb olanları danışdım. O da çox təəccübləndi. Keş Sadiqə desəydik. Bəlkə o adam həqiqətən Ümidin harda olduğunu bilir. Heç olmasa Sadiq telefon nömrəsini tapa bilərdi. Bilmirəm, nə edəcəyimi bilmirəm. Axı niyə? O adam yaxınınızda axtarın, dedi. Mən necə bir qənaətə gələcəyimi bilmirəm. Bəlkə də məsələni başqa tərəfə yönəltmək istəyir. Mən də belə düşünürəm. Sənə bunları danışıram, çünki məsləhətinə ehtiyacım var. Məncə bunları Sadiqə danışmalıyıq. Yaxşı, madam ki belə deyirsən. Uzun sürən söhbətdən sonra hər şeyi Sadiqə danışmaq qərarına gəldi. Aysel Sadiqə zəng vurub evə çağırdı. Biraz keçdikdən sonra Sadiq gəldi. Əmin idim ki, xalam nə danışdığımızı bilmək üçün can atırdı, amma Ayselin təkidi ilə sadəcə Sadiqə deməyi düşünürdüm. Hər şeyi ona danışdım. Mən bitirdikdən sonra o sözə başladı. Nazlı, bu danışdıqlarından belə çıxır ki, sən ən yaxınından olanlardan şübhələnməlisən. De görüm, fikrində belə bir insan varmı? Sadiq, sən də o adamın dediyini söyləyirsən. Mən düşünürəm ki, ya bu bir zarafatdır, ya da fikrimizi başqa tərəfə yönəltmək istəyirlər. Qulaq as, öncəliklə birinci versiyan ağlabatan deyil. Bu adam bilinməyən nömrədən zəng vursa belə, yəqin ki, hər şeyi polislərə danışacağını düşünübdür. Bir zarafata görə heç kimi uşaq qaçırılması kimi böyük bir cinayətlə əlaqəli özünü təhlükəyə atmaz. Amma ikinci versiya ola bilər. Bəlkə də bu adam hər şeyi bilir və fikrini başqa yerə çəkmək istəyir. Yenə də qeyri-müəyyənlik. Nazlı, mən bu məsələni araşdıracağam. Əgər heç nə tapa bilməsəm, o zaman həm polislərə, həm də Kənana hər şeyi danışacağıq. Yaxşı, haqlısan. Mən artıq evə getsəm yaxşı olar. Mən səni apararam. Beləliklə, hamı ilə sağollaşıb evə yollandım, amma xalamın narahat baxışları unuda bilmirdim. Sanki nədənsə şübhələnirdi. Yenə də məni sıxan düşüncələrlə tək başınaydım. Sadiq xəbər verənə qədər heç kimlə heç nə danışmayacaqdım. Bu gecədə ümidə aid əşyalarla danışmaq məcburiyyətində qalırdım. Qəlbimdə qopan bu tufanların nə vaxt bitəcəyini bilmirdim. Oğlumun nə vaxt mənə geri dönəcəyini. 12 aprel 2006-cı il. Şübhə. O zəng gəldiyindən bəri sanki düşüncələrimi ələ keçirmişdi. Nə qədər çalışsam da o adamın söylədiklərini unuda bilmirdim. Sadiq də hələ ki bir şey tapa bilməmişdi. Artıq hər kəsə hər şeyi danışmaq qərarına gəlmişdim. Bunları düşündüyüm an qapı döyüldü. Gələn Şakir əmi idi. Tez dilləndim. Şakir əmi, nəsə olub? Narahat olma qızım. Heç bir pis xəbər yoxdur, amma yaxşı xəbər də yoxdur. Mən sadəcə evdən bəzi şeylər almağa gəlmişəm. Şakir əmi, Kənan necədir? Sən necəsən? Mən? Bax, o da belədir. Soruşulan zaman nə cavab verəcəyini bilmir. Şakir əminin bu sözlərindən sonra yaranan sükutu Almaz xala pozdu. Şakir, istədiklərini gətirmişəm. Başqa nəsə var? Yox, başqa heç nə lazım deyil. Çox sağ ol. Şakir əmi evdən paltar götürməyə gəlmişdi. Bəlli idi ki, Kənanın evə gəlməyə fikri yoxdur. Buna görə də Şakir əmi onunla birlikdə qalacaqdı. Getməzdən əvvəl Nuraya soruşdu. Nuray işlədir? Hə, bir neçə gündür ki, təkidlərimizdən sonra artıq işə getməyə qərar verdi. Bir qədər özünə gəlməyə yaxşıdır. Qızım çox əzab çəkib. Hər gün dua edirəm ki, ümidimiz tezliklə tapılsın və hər şey əvvəlki kimi gözəl olsun. Amin. Bunu deyib Şakir əmi getdi. Bir azca da qalsaydı, göz yaşlarına hakim ola bilməyəcəkdi. Almaz xalanın da söylediyi kimi, Nuray artıq bir neçə gün idi ki, işinə geri qayıtmışdı. Ona qalsaydı, otağından heç vaxt çıxmayacaqdı, amma Almaz xala və iş yoldaşlarının təkidi ilə fikrini dəyişmək məcburiyyətində qaldı. Nuray haqqında düşünürdüm ki, evə gəldi, bir qədər yaxşı görünürdü. Nuray, necəsən?
Sağ ol Nazlı, yaxşı olmağa çalışıram, amma ümid tapılandan sonra artıq çalışmayacağam. Bir dəfəlik yaxşı olacağam. Nəsə xəbər var? Böyük bir boşluq. Bir anlıq hər şeyi Nuraya da danışmaq istədim, amma dayandım. Məni düzgün başa düşməyəcəyindən qorxdum. Nə olub? Nəsə deyəcəksən? Heç nə. Gəlib əlimdən tutdu. Bilirəm. Nə qədər təsəlli versəm də boşdur. Mənim də ümidimi fikirləşmədiyim bir an belə yoxdur. Amma səbirli olmalıyıq. Bir də sağ ol ki, bütün bunlara görə məni günahlandırmadın. Əsla. Bunu ağlından belə keçirməmişəm. Ən çox sənin məni başa düşəcəyini bilirəm. Ümid, o... Sustum. Artıq göz yaşlarıma hakim ola bilmədim. Hakim olmaq da istəmirdim. Çünki içimdə tutduğum göz yaşları əzab-əziyyətə çevrilir və mənə zülm verirdi. Nuray mənə sarıldı. Bu an Almaz xala otaqdan çıxdı. Qızım, gəlmisən? Yemək? Ağladığımı görüb sustu və mənə yaxınlaşdı. Nazlı, qızım, yaxşısan? Mənə qızım deyə xitab etdiyi anlarda yaxşı hiss edirdim. Çünki bunu həqiqətən də nəvazişlə deyirdi. Mən yenə də heç nə deyə bilmədim. Əlini çiynimə qoydu. Qızım, sakitləş. Nə qədər boğazından keçməsə də yemək vaxtıdır. Gəl gedək. Biraz da olsa bir şey ye. Ona yox deyə bilmədim. Amma süfrədə ağlımdan tək bir düşüncə vardı. Görəsən oğlum toxdur ya ac. Almaz xala güclə məni yedirməyə çalışırdı. Heç vaxt ağlıma gəlməzdi ki, məni nə vaxtsa öz əlləri ilə yedirdəcək. Yeməkdən sonra otağıma keçdim. Birdən telefon zəng çaldı. Tez telefonuma baxdım, amma zəng çalan mənim telefonum deyilmiş. Sadiqin zəngini həyəcanla gözlədiyim üçün zəngləri belə qarışdırmışdım. Səs Nurayın otağından gəlirdi, amma telefonu götürən yox idi. Otağında olmadığını düşündüyüm üçün içəri keçdim. Vacib bir zəng olduğunu düşündüm və telefonu götürdüm. Qarşıdakı səs çox təlaşlı gəlirdi. Xanım, uşağın vəziyyəti indi bir qədər düzəldi. Nuray birdən içəri keçdi. Məni görüb təəccübləndi. Nuray, hansı uşaqdan danışırlar? Uşaq? Hansı uşaq? Bilmirəm. Tez əlimdən telefonu aldı. Bir dəqiqə, mən indi öyrənirəm. Pəncərə kənarına çəkilib nəsə danışdı. Sonra da telefonu söndürdü. Bilirsən, Nazlı, bugün yeni bir doğum baş verib. Uşağın vəziyyəti yaxşı deyildi. Onu süni tənəffüs aparatına qoşmuşduq. İndi vəziyyətin bir qədər yaxşı olduğunu dedilər. Nuray bu sözləri həyəcanlı bir şəkildə söyləyirdi. Yaxşı Nuray, sakitləş. Yəqin uşağa görə çox qorxmusan. Hə, şükürlər olsun ki, yaxşıdır. Xatırlayırsan, eyni hadisə Ümidin də başına gəlmişdi. Lənətə gəlmiş göz yaşları. Mənə nə vaxt rahat buraxacaqlarımı bilmirdim. Xatırlayıram, o gün hamımız bunu səndə necə gizlədəcəyimizi fikirləşdirdik. Bilirəm, həkim hər şeyi mənə danışmışdı. Nə qədər fikrimi işimə verməyə çalışsam da, bu düşüncələr məni rahat buraxmır. Kəşki qaçırdığı gün bu lənətə gəlmiş telefonu mağazada unutmasaydım. Ona görə yenidən mağazaya qayıdıb Ümidi tək buraxmayacaqdım. Bəsdir, sənə neçə dəfə deyəcəm ki, bunda sənin heç bir günahın yoxdur. Özün deyirdin ki, bəzən elə hadisələr baş verir ki, bu bizim iradəmizdən asılı olmur. Xahiş edirəm, özünə əzab vermə. Sənin xətrinə buna çalışacağam. Artıq gecdir. Sabah işə gedəcəksən. Mən gedim. Gecən xeyrə qalsın. Sənin də. Öz otağıma yollandım. Nurayın hələ də özünə günahlandırması məni çox incidirdi. Axı biz hadisələrin əvvəlcədən necə olacağını bilə bilmərik. Söhbətimizi düşünərkən Nurayın dediyi bir cümlə ağlıma gəldi. Necə ola bilərdi ki, buna fikir verməmişdim. Çox qəribə idi. O demişdi ki, telefonunu mağazada unudub. Şakir əminin isə dediyinə görə Nuray çantasını mağazada unutmuşdu. Həmin gün nə Kənan, nə də Nuray telefonlarını götürə bilmədikləri üçün o anda heç kim zəng vura bilməyiblər. Buna görə tez özlərini evə çatdırıblar. Bəs Nuray niyə elə dedi? Ya da o uşağın sağalmasını eşidəndə sevindiyindən hər şeyi qarışdırıb, bəlkə də mən övladımın yoxa çıxmasını eşidəndə Şakir əminin söylədiklərini düzgün başa düşməmişdim. O an bütün olanları dəqiqləşdirmək qərarına gəldim. Nurayın sözlərini xatırlayanda çox qəribə bir hiss qəlbimi əsir aldı. Fikirləşdim ki, Sadiqə zəng vurub həmin gün olanları bir də ondan soruşum. Ola bilsin ki, mən səhv başa düşmüşdüm. Saata baxanda gördüm ki, çox gecdir. Belə bir vaxtda zəng etməyim onu təlaşlandıra bilərdi, amma nəyə görəsə Nurayın söylədiklərini ağlımdan çıxara bilmirdim. Bir də o zəng. Bəlkə də o zənglə əlaqəli idi. Məhz o zəngə görə ağlıma ola bilməyəcək şeylər gətirirdim. Bu düşündüklərimə özüm də inana bilmirdim. Deyəsən bu hiss etdiyim şey şübhə idi. Şübhə elə bir qüvvədir ki, insanı bir dəfə əsir aldısa, ondan xilas olmaq əsla mümkün olmur. 15 aprel 2016-cı il. Müzakirə.
Artıq heç nə olmamış kimi davrana bilmirdim. Düşündüklərimi mütləq kiminləsə paylaşmalıydım. Ən doğru olansa şübhələrimi Sadiqlə bircə polislərə danışmaq idi. Sadiqə zəng çaldım. Sadiq, Kənan yanındadır? Yox, Nazlı, mən iş yerindəyəm. Bu yaxşı oldu. Onda zəhmət olmasa bizə gəl və məni bayırda gözlə. Nəsə olub? Xahiş edirəm, heç nə soruşma. Sadəcə gəl. Yaxşı, gəlirəm. Sadiqin iş yeri ilə bizim evimiz arasında böyük bir məsafə yox idi. Ona görə də tez gəlib çatdı. Almaz xalaya Kənangilin yanına getmək istədiyimi söylədim. O da razılaşdı. Sadiq məni gözləyirdi. Sadiq, çox sağ ol ki, gəldin. Əgər mənə danışdığın zənglə bağlıdırsa, üzr istəyirəm. Nazlı, amma heç nə öyrənə bilmədim. Bu gün hər şey Kənana danışmaq üçün mən də yanına gələcəkdim. Haqlısan, amma başqa bir məsələ daha var. Bunu ilk növbədə polislə tanışsaq daha yaxşı olar. Oğlumla bağlı. Yoxdur, heç bir xəbər yoxdur. Başa düşə bilmirəm, onu qaçıranlar sanki yer aralanıb və yerin altına giriblər. Sən nəsə başqa bir şey deyirdin. Sadiq kimi təmkinli bir adam belə artıq bu səssizlikdən heç bir xəbərin olmamasından təngə gəlmişdi. Mən ona hər şeyi yolda izah edəcəyimi dedim. Biz polis mərkəzinə gəlib çatdıq. Sadiqə hər şeyi danışmışdım. Çox təəccübləndi və məndən nəyə görə şübhələndiyimi soruşdu. Mənim isə heç bir cavabım yox idi. Nuray təlaşdan da o gün baş verənləri unuda bilərdi və mən bunu özüm də yaxşı bilirdim, amma qəribə bir his o düşüncə qəlbimi əsir almışdı. Düşündüklərim doğru idi, ya yox bilmirdim. Ancaq bir şey bilirdim. Mən oğlumu tapmaq üçün nə lazımdırsa edəcəkdim. Axşam Nurayla tanışdıqlarımızı polisə danışmaq da daxil. Hətta ona heç bir təqsiri olmadığı halda günahlandırmaq bahasına belə olsa, çünki heç bir xəbərin olmamasından artıq yorulmuşdum. Oğlumdan başqa heç nəyi və heç kimi düşünə bilmirdim və düşünmək də istəmirdim. Artıq oğlumdan ayrı bir gün də keçirmək istəmirdim. Polisə zəngdən və Nurayın sözlərindən bəhs etməliydim. Qərara gəlmişdim və qərarımı nəyin bahasına olursa olsun dəyişməyəcəkdim. Nazlı, əminsən? Sadiqin səsi məni özümə gətirdi. Düşünmədən cavabladım. Heç vaxt olmadığım qədər. Bəs Kənanla Şakirə müddə buradadırsa? O zamanlar onlar da hər şeyi eşitməli olacaqlar. Bəlkə. Sadiqi dinləməyib içəri keçdim. Doğru deyirdi. Kənanla Şakirəm də buradaydı. Cavid bəylə nəsə danışırdılar. Cavid bəyin gözü mənə sataşdı. Nazlı xanım? Bir də Kənan və Şakirəmlə də mənə tərəf baxdığını gördüm. Nazlı, burada nə işin var? Gələcəyini xəbər verməmişdin. Artıq boş-boş evdə oturmaq istəmirəm. Bilirəm, gördüyün kimi hər kəs əlindən gələni edir. Görürəm, amma edə biləcəyimizdən daha çoxunu etməyin lazım olduğunu da bilirəm. Kənan qərbə bir baxış atdı. Nə dediyimi anlamağa çalışırdı. Bu an Cavid bəy dilləndi. Üzr istəyirəm Nazlı xanım. Deyəsən bizdən narazısınız. Yox, siz məni səhv başa düşdünüz. Sadəcə bəzi şeyləri sizinlə bölüşməliyəm. Buyurun, sizi dinləməyə hazırıq. Kənan əlimdən tutdu. Nazlı, nəsə olub? Mən özümü ələ alıb cavablandım. Polislərə danışanda sən də eşidəcəksən. Kənan başqa heç nə demədi. Çox yorğun görünürdü. Düşündüm ki, kaş ilk onunla danışsaydım, amma artıq çox gec idi. Hamının gözü məndə idi. Kənan hərdən Sadiqə tərəf baxırdı. Sanki onun hər şeyi bildiyini başa düşürdü. Cavid bəyin dillənməsi ilə müzakirəmiz başladı. Nazlı xanım, buyurun. Deyəcəkləriniz oğlunuzla bağlıdır. Bizim bilmədiyimiz nəyi bilirsiniz? Mən sustum. Hardan başlayacağımı bilmirdim, amma bir yerdən başlamalıydım və belə də etdim. Zəngdən başlayaraq Nurayın dedikləri də daxil hər şeyi danışdım. O anda nə Şakirəmi, nə də Kənanla göz-gözə gəlmək istəmirdim. Lakin bu baş verdi. Kənanın mənə hirsli şəkildə baxdığını gördüm. Qızım, bunları niyə bizdə bilmirik? Şakirəmi hirsli değildi, amma məyusluğu səsindən bəlli olurdu. Mən davam etdim. Şakirəmi, mən hər şeyi danışmaq istədim. Sadəcə qorxdum ki, məni düzgün başa düşməzsiniz. Həm də zəngin bir yalandan ibarət olduğunu düşündüm. Ona görə ilk Sadiqə dedim. O da heç nə tapa bilmədi. Cavid bəy mən bitirən kimi sözə başladı. Hər şeydən əvvəl bizə desəydiniz daha yaxşı olardı. Sizin dediklərinizi araşdırmalıyıq. Kənanla Şakirəmi susurdu. Nə düşündüklərini öyrənmək istəyirdim. Bu anda Cavid bəy Kənana müraciət etdi. Kənan bəy, siz nə düşünürsünüz? İcazə versəniz həyat yoldaşımla təklikdə danışmaq istəyirəm. Əlbəttə, buyurun. Danışdıqdan sonra bunu müzakirə edəcəyik. Həsənov, gəl biz çıxaq. Başqa bir məsələ ilə bağlı səninlə danışmalıyam. Cavid bəy yanındakı polisə müraciət etdi və onu da özü ilə apardı.
Otaqda mən, Şakir əmi, Kənan və Sadiq qaldı. Bir müddət davam edən sükutu Kənan pozdu. Nazlı, bunlardan bəhs etmədiyin üçün səni günahlandırmayacağam. Çünki səni başa düşürəm, ancaq Nuray bunları nəyə görə dediyini başa düşmürəm. Mən sadəcə oğlumu tapmağa çalışıram. Günlərdir mən də eyni şeyi edirəm. Nurayı günahlandırmıram. Mən də düşünürəm ki, o bunları həyəcandan deyə bilər. Ola bilsin ki, ona da zəng olub. Qızım, belə bir şey baş versəydi, Nuray yəqin ki, deyərdi. Bəlkə qorxur, mənim kimi. Qızım, onunla söhbət edərkən bu səhvini deyə bilərdin. Nəyə görə belə söylədiyini? Dediyim kimi, o an fikir verməmişdim. Məncə, bura Nuray da çağırmalıyıq. Bir daha yaxşı olar. Amma birdən Sadiq dinləndi. Məntiqlə düşünsək daha yaxşı olar. Əvvəlcə polislər bu zəngi araşdırsın, sonra Nuray ilə danışarsınız. Bəlkə o qədər də böyüdüləcək bir məsələ deyil. Biz insanıq, hər birimiz səhv edə bilərik. O gün yaşananlar hələ də ümidlə bağlı xəbərin olmaması hamını çox pərişan edir. Ona görə hər kəsin fikirlərini söylərkən nəyisə səhv deməsi normal bir haldır. Yox, mən heç bir şübhənin qalmasını istəmirəm. Kənan qəti idi, sanki məni təqsirləndirirmiş kimi hiss edirdim. Cavid bəy içəri keçdi. Müzakirəniz bitdi? Baxın, biz artıq bu zəngi araşdırmalıyıq. Bir dəqiqə, mən Nurayın da burada olmadığını istəyirəm. Sizi başa düşürəm, Kənan bəy, amma bu mümkün deyil. Siz elə danışırsınız ki, sanki bacım şübhəlidir. Mən bacınız şübhəli olduğunu demədim. Yaxşı, onda nə eləyək? Bacınızın ifadəsi açıqdır. Şakir bəyin dediyi kimi, dünən gecə ilə Nazlı xanımla söhbət edərkən bu ifadəsini dəyişib. Bu ifadəni dəyişmək deyil. Mənim bacım o qədər çox stres keçirib ki, bu normal bir haldır. Bütün söylədiklərimizin hamısı bir versiyadır, amma biz faktlarla işləyirik, versiyalarla yox. Nazlı xanım zəhmət olmasa telefonunuzu Həsənova təqdim edin. Sadiq bəy, siz də mənimlə gəlin. Bu zəng haqqında araşdırmalarınızı öyrənmək istəyirəm. Əlbəttə, bəylər və Nazlı xanım, siz artıq gedə bilərsiniz. Neçə gündür buradasınız. Bir qədər dincəlin. Nə xəbər olsa, biz sizə çatdırarıq. Kənan nə qədər getmək istəməsə də, Şakir əminin təkidlərindən sonra razılaşdı. Birlikdə evə qayıtdıq. Evə gələndə Almaz xala və Nurayın narahat baxışları ilə qarşıya qaldıq. Ata, nəsə olub? Səssizliyi Nuray pozdu. Şakir əmi ona hələ ki bir xəbərin olmadığını söylədi və mənə baxdı. Sanki Nurayın günahsızlığını göstərməyə çalışırdı. Yəni bax, o necə narahatdır, niyə başa düşüb bilmirdilər ki, mənim məqsədim onu günahlandırmaq deyildi. İnsanlar həmişə dinləmədən öncə hər hansı məsələ ilə bağlı öz ağıllarındakı ilə qane olurlar. Kənan da belə etdi. Bütün gecənin nə danışdı, nə də üzümə baxdı. Nurayı çox sevdiyimi bilirdi. Ən azından mənə başa düşməyə cəhd göstərməli idi. Bir anlıq düşündüm ki, əgər Kənan belə edirsə, bütün bunları Almaz xala eşidəndə sonra nə deyəcəkdi? Amma övladım üçün bütün hədləri aşa bilərdim. Onun tapılması üçün əlimdən gələni edəcəkdim. Yanımda heç kəs olmasa, mənə dəstək verməsələr belə. 16 aprel 2006-cı il. Yalan. Kənanla nə qədər danışmaq istəməsəm də məni dindirmədi. Onun səsi çox sərt idi. Nazlı, dünən olanları Nurayla danışsaq daha yaxşı olar. Mənimlə heç vaxt bu qədər sərt danışmamışdı. Çox hirsli olduğu gözlərindən bəlli olurdu. Kənan, mən Nurayla danışmağa gedirəm. Otağın qapısı açıb çıxmaq istədikdə Almaz xalanın həyəcanlı vəziyyətdə qapının arxasında olduğunu gördü. Oğlum, polislər gəlib. Polis? Nəsə xəbər var? Bilmirəm, heç nə demirlər, sizi gözləyirlər. Tez otaqdan çıxdıq. Cavid bəylə birlikdə 2 polis gəlmişdi. Telefon zəngi ilə bağlı nəsə tapdıqlarını düşündüm. Birdən Cavid bəy səssizliyi pozdu. Sabahınız xeyir. Belə tezdən narahat etdiyimiz üçün üzr istəyirəm, amma çox vacib idi. Nuray xanım buradadır. İndi gəlir. Bu dünənki söhbətlə əlaqəlidir. Şakir bəy, danışacağıq. Bu anda Kənan mənə baxdığını gördüm. Bəlli idi ki, məsələ Nurayla əlaqəli idi. Görünür ki, danışdıqlarımdan sonra Cavid bəy də mənimlə eyni qənaətə gəlmişdi. Kənanın baxışları isə açıq şəkildə məni günahlandırdığını göstərirdi. Amma mən oğlumun tapılması üçün hər şeyi danışmalı idim və belə də etdim. Bundan da qətiyyən peşman deyildim. Nəhayət Nuray qonaq otağına daxil oldu. Nuray xanım, biz də sizi gözləyirdik. Niyə? Səbəb nədir? Bizimlə polis mərkəzinə gələcəksiniz. Əvvəlki ifadənizlə bağlı bəzi suallarımız var. Mən hər şey olduğu kimi danışmışam. Nuray çox təəccüblü görünürdü. Qardaşınız oğlunun tapılmağına çox istədiyinizə əminəm. Əlbəttə,
Onda niyə tərəddüd edirsiniz? Biz sadəcə bir-iki sual verəcəyik. Hamının üzündə təəccüb vardı. Şakir əmi ilə Kənanın mənə hirsli olduqlarından əmin idim. Almaz xala isə heç nə başa düşmürdü, donub qalmışdı. Kənan dilləndi. Burada danışsaq olmaz? Baxın Kənan bəy, mən öz vəzifəmi yerinə yetirməliyəm. Əgər övladlarınızın tezliklə tapılmasını istəyirsinizsə, mane olmasanız yaxşı olar. Axı bu nəyə lazımdır? Qızım hər şeyi danışıb. Nəhayət Almaz xala da nəsə dedi. Sonra Nuray anasını dayandırdı. Anacan, Kənan hər şey yaxşıdır. Polislər sadəcə sual verəcəklər. Gördüyünüz kimi Nuray xanım bizi başa düşdü. Artıq gedək. Beləliklə, Almaz xaladan başqa hamımız polis mərkəzinə yollandıq. Almaz xala da gəlmək istəyirdi, amma Şakir əmi onun evdə qalmasının yaxşı olacağını dedi. Bütün təkidlərdən sonra Almaz xala razılaşdı. Yəqin ki, Şakir əmi hər şeyi biləndən sonra Almaz xalanın məndən nifrət edəcəyindən qorxmuşdu. Polis mərkəzində Cavid bəy Nurayla tək başına danışmaq istədiyini söylədi. Mən əvvəlcədən Cavid bəy kənara çəkib ondan danışılanları eşitmək istədiyimi bildirmişdim. Uzun sürən təkidlərimdən sonra o qapını bir qədər aralı tutacağını, beləcə hər şeyi eşidə biləcəyimi söyləmişdi. Onlar içəri keçəndən sonra qapıya yaxınlaşdım. Onları görə bilmirdim, amma səslərini aydın şəkildə eşidirdim. Beləliklə, Cavid bəylə Nuray danışmağa başladı. Nuray xanım, sizi buraya gətirməyimizin səbəbi ifadənizlə bağlıdır. Bunu yəqin ki, ailənizdən eşitməyiniz daha yaxşı olardı, amma mən gözləyə bilməzdim. Ona görə sizinlə yenidən danışmaq qərarına gəldim. Buyurun, düzə heç nə başa düşmürəm. Cavid bəy zənglə bağlı hər şey danışdı. Nuray da onu dinləyirdi. Sonra özü davam etdi. Nazlı bu barədə heç nə danışmayıb. Mən bu məsələni indi sizdən eşidirəm. Bəs bunu niyə məndən soruşursunuz? Nuray xanım, sizə də belə bir zəng gəlmiş ola bilər. Sizi başa düşmürəm. Ümidlə bağlı nə xəbər olsa, mən hər şeyi danışardım. Niyə belə bir qənaətə gəlmisiniz? Cavid bəy mənimlə Nuray arasında olan diyaloqu olduğu kimi Nuraya danışdı. Əmin idim ki, o mənə qarşı çox acıqlıdır. Orada olsaydım mənə nələr söyləyəcəyini fikirləşdim. Sonra birdən Cavid bəy sustu. Artıq danışmırdı. Yəqin ki, Nuray nə söyləyəcəyini gözləyirdi. Nuray dilləndi. Bu qədər şey baş verib və mən bütün bunları indi bilirəm, Cavid bəy. Nazlı hər şeyi səhv başa düşüb. O gecə danışarkən Nazlı özünü pis hiss edirdi. Artıq bütün bu olanlara dözə bilmədiyini söyləyirdi. Bu, əlbəttə ki, normaldır. Onun oğlu yoxa çıxıb. Mən bunu başa düşürəm. O an ağladığını özündə olmadığı üçün düzgün eşitməyə bilər. Mən hər şey olduğu kimi xatırlayıram, amma bunu nəyə görə bu qədər böyütdüyünü başa düşmürəm. Mən bunu anamla da danışmışam ki, Nazlı yaxşı deyil. Günü-gündən vəziyyəti daha da pisləşir. Ona bir psixoloqa görüşdürmək lazımdır. Bu an Nurayın danışdıqlarından dəhşətə düşdüm. İnana bilmədim. Oğlum yoxa çıxmışdı. Mənim tökdüyüm göz yaşları, narahatlığım normal idi, amma ağlımı itirməmişdim. Onun danışdıqlarını hələ də xatırlayırdım. Cavid bəyə söylədiklərini elə soyuqqanlılıqla ifadə edirdi ki, hər sözündən, hər cümləsindən sonra bədənim ürpənirdi. Cavid bəy danışmağa başlayanda sanki oyandım. Nazlı xanım, sizi səhv başa düşəcəyinizi söylədiniz. Bu da ola bilər, amma üzr istəyirəm, sözünüzü kəsirəm. Mənim söyləyəcəklərim bu qədərdir. Yoxa çıxan körpə mənim qardaşım oğludur və mən onun tapılmasını hər şeydən çox istəyirəm. O mənim övladım kimi idi. Körpəmi itirdikdən sonra onu oğlum yerinə qoymuşdum. Siz isə Nuray ağlamağa başladı. Cavid bəy isə bütün deyilənlərdən sonra sorğu-sualı dayandırdı. Başa düşürəm Nuray xanım. Sakitləşin. Gəlin çıxaq. Onlar otaqdan çıxandan tez kənara çəkildim. Cavid bəy otaqdan çıxdıqdan sonra polislərdən birində polis mərkəzinin həyətində gözləyən Kənangili çağırmağını istədi. Onlar gəldilər. Cavid bəy, hər şey yaxşıdır? Kənanın narahatlığı səsindən bəlli olurdu. Kənan bəy, biz Nuray xanımı dinlədik. Artıq evə gedə bilərsiniz. Nəsə demək istəyirdim, amma o anda Cavid bəy mənə qəribə bir baxış atdı. Sanki gözləri ilə məni dayandırmağa çalışırdı. Kənan dilləndi. Biz qalsaq yaxşı olar. Nuray, siz Nazlı ilə birlikdə gedin. Nuray mənə tərəf baxdı. Mən isə baxışlarımı qaçırırdım. Səhv etdiyimi bildiyim üçün yox, sadəcə olaraq bayaq danışdıqlarımı həzm edə bilməmişdim. Cavid bəy hamımızın getməsinin yaxşı olacağını dedi. Yol boyu hamı susurdu. Bir söz belə demirdilər. Evə çatdıq. Almaz xala sanki qapının önündə dayanmışdı. Bizi gözləyirdi. Zəngi çalmağımıza imkan belə verməyərək qapını açdı. Narahat nəzərlərlə bizə baxırdı. Nəsə demək istəyirdi ki, Nuray imkan vermədi.
Nazlı, səndən bunu gözləməzdim. Dayandım. Avtomobildə susmuşdu. Sanki Almaz xalanın bunu şahid olmasını istəyirdi. Almaz xala olanları eşitsəydi, yəqin ki, məndən nifrət edəcəkdi. Nuray bunu bilməsinə baxmayaraq davam etdi. Əslinə qalsa, məni təqsirkar kimi görmədiyini düşünmüşdüm, amma səhv başa düşmüşəm. Almaz xala Nurayın nə danışdığını anlamağa çalışırdı. Digərləri isə susurdu. Mənsə nə deyəcəyimi bilmirdim. Onun niyə belə davrandığını anlamırdım. Nəhayət Almaz xala dilləndi. Qızım, nə baş verib? Niyə Nazlı ilə belə danışırsan? Nurayın Almaz xalaya heç nə deməyəcəyini düşünmüşdüm, amma yanılmışdım. Əksinə, o hər şeyi danışdı. O an Almaz xala izləyirdim. Nə qədər hissli olduğunu üzündən görmək olurdu. Bəlli idi ki, mənə açıqlama fürsət verməyəcəkdi. Yenə də şansımı sınamaq istədim. Almaz xala, mən həqiqətən də mənə fürsət vermədi. Əlini qaldırıb susmağımı işarə etdi. Yenidən fikrini Nuraya yönləndirdi. Ana, mən yenə də Nazlı'nı günahlandırmıram. Əlbəttə, o övladını düşünür, Cavid bəyə də dedim. O hər şeyi səhv başa düşüb. Nazlı'nın vəziyyətinin də yaxşı olmadığını söylədim. Onun bir psixoloqa ehtiyacı var. O da mənimlə razılaşdı. Donmuşdum. Nuray nələr söyləyirdi. Təəccüblənməyimin səbəbi psixoloqa ehtiyacım olduğunu söyləməsi deyildi. Psixoloqla danışmaq bəlkə də az da olsa məni rahatladacaqdı. Bu mövzuda haqlı ola bilərdi, amma Cavid bəyin onunla razılaşdığını deməsi bu yalan idi. Cavid bəy onunla razılaşmamışdı, sadəcə ağladığı üçün sorğunu dayandırmışdı. Bir şeyi başa düşdüm ki, Nuray Cavid bəylə danışdıqlarını eşitdiyimi bilmirdi və yalan danışırdı. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Artıq məni müdafiə edəcək heç kim də yox idi. Çünki hamı susurdu. Nəhayət Almaz xala danışmağa başladı. Bütün bunları işlədəcəyimi heç düşünməmişdim, Nazlı. Səni başa düşürəm. Bizim üçün ən dəyərli varlıq olan ümidimiz yoxa çıxıb. Buna görə hamı pərişandır. Təkcə üzülən sən deyilsən, amma bu artıq həddini aşmaqdır. Səsi çox sərt idi. O qədər hirsli görünürdü ki, əgər otaqda heç kim olmasaydı, mənə bir sillə vuracağından əmin idim. Kənanla Şakir əmiyə tərəf baxdım. Gözlərim yerə dikmişdilər. Heç nə deməyəcəkdilər. Ona görə də hər şeyi mən özüm həll etməliydim. Mən sadəcə Cavid bəyə həqiqətləri deməyə getmişdim. Nurayı nədəsə günahlandırmıram. O, hər şeyi səhv başa düşür. Eləcə də siz. İlk növbədə sən bizə bu zəngi danışmadığın üçün özün günahkarsan. Madam övladını düşünürsən, bunu da düşünməliydin. Nuray dilləndi. Anacan, bəsdir, Nazlıya çox yüklənmə. Ağlaya-ağlaya otağına qaçdı. Almaz xala daha heç nə deməyib qızının arxasınca getdi. Digərlərinə baxdım. Nə düşündüklərini bilmirdim. Bu olanlar qarşısında bir kəlmə belə söyləməmişdilər. Üzümə belə baxmadan çıxıb getdilər. Birdən ətrafımda heç kimin olmadığını gördüm. Tək başına qalmışdım. Durub düşündüm və qərara gəldim ki, məni günahlandıran bu insanlarla qala bilmərəm. Xalamgilə yollandım. Onlara heç nə danışmadım. Sadiq də heç nə deməmişdi. Bu olanları hələ özüm həzm edə bilməmişdim. Onları necə başa sala bilərdim? Otağıma keçib hönkür-hönkür ağlamağa başladım. Bir tərəfdən oğlum yoxa çıxmış və ondan günlərdir xəbər yox idi. Bir tərəfdən də ailəm tərəfindən yalnız buraxılmışdım. Düşüncələrim uzbatından ağlımı qaçıracağımı fikirləşirdim. Tam o anda gələn zəng hər şeyi dəyişdi. Zəng Cavid bəydən idi. Sadəcə bir cümləsi mənə tək olmadığımı göstərdi. Haqlı ola bilərsiniz, Nazlı xanım. Cavid bəy də mənimlə eyni qənaətdə idi. Onun bu sözlərindən, Nurayın da soyuqqanlılığından və yalan danışmasından sonra artıq əmin idim ki, Nuray nəsə gizlədirdi və bu nəsə mənim oğlumla bağlı idi. Ona görə kim nə deyirsə desin, qətiyyən fikrimi dəyişməyəcəkdim. Sonda tək başına qalsam belə. 17 aprel 2006-cı il. İzlər. Cavid bəylə görüşməli idim. Buna görə də heç kimin məni görməməsi və heç nə soruşmaması üçün tezdən oyanmışdım. Saat 07:45-i göstərirdi. Amma gördüm ki, məndən də tez oyananlar var. Aysel məni görəndə özünü saxlaya bilməyib, nəhayət nələr baş verdiyini soruşdu. Nazlı, nə baş verib? Dünən gecə heç nə deməyib otağına keçdin. Biz də səni narahat etmək istəmədik. Sadiqdən soruşdum, o da heç nə bilmirdi. Sən hər şeyi bizimlə paylaşırdın. İndi isə susursan. Düşündüm. Nə deyəcəyimi çox düşündüm və qərara gəldim ki, hər şey olduğu kimi danışmalıyam. Belə də etdim. Aysel çox təəccüblənmişdi. Bu qədər şey baş verib, sən hələ indi danışırsan. Hələ də özümə gələ bilməmişəm. Özüm çıxıb getsəm də sanki qovulmuş kimi hiss edirəm. Özümü saxlaya bilməyib ağlamağa başladım. O qədər gücsüz hiss edirdim ki, övladım yoxa çıxanda
Ən azından ailəm mənimlə idi. Onların dəstəyi məni gücləndirirdi, amma indi onlar da məni tək qoymuşdu. Kənan yalnız bir dəfə zəng vurmuşdu. Harda olduğumu öyrəndikdən sonra isə dəstəyi asmış, evə getməyim üçün təkid belə etməmişdi. Çiynimə qoyulan əl məni düşüncələrimdən oyandırdı. Bu xalam idi. Ağladığımı görüb məni bağrına bastı. Bəlli idi ki, hər şeyi eşitmişdi. Heç nə demirdi, sadəcə saçlarımı oxşayırdı. Nəhayət səssizliyini pozdu. Nazlım, qızım, dünən səni belə görəndə nəsə olduğunu anlamışdım, amma özünün danışmağını gözlədim. Özünü topla və hər şeyi onlara açıqlamağa çalış. Biz hər zaman sənin yanındayıq. Xalacan, mən açıqlamağa çalışdım, amma fürsət vermədilər. Əgər istəsən, biz də səninlə gələrik. Hər şeyi birlikdə həll edərik. Yox, xala, bunu istəmirəm. Məni başa düşməli idilər. Ən azından Kənandan bunu gözləyirdim. Qızım, Aysel xalamı dayandırdı. Ana, imkan verək hər kəsi sakitləşsin, eləcə də Nazlı. O özünü hazır hiss edəndə hər şeyi həll edəcək. Hər zamanki kimi Aysel məni hər kəsdən yaxşı başa düşürdü. Artıq danışmaq istəmirdim. Göz yaşlarımı sildim, çünki oğlum üçün güclü olmalıydım. Onlarla sağollaşıb çıxdım. Taksiyə minib polis mərkəzinə yollandım. Taksidən enəndə telefonuma zəng gəldi. Kənan idi. Səsi sərt deyildi. Nazlı, hələ də xalancildəsən? Polis mərkəzində olduğumu söyləsəm, yenidən hirslənəcəkdi. Yalan demək məcburiyyətində qaldım. Xalamcildəyim. Onda birazdan arxanca gələcəm. Məncə danışmalıyıq. Dünən ikimiz də yaxşı deyildik. Bir-birimizin qəlbini qıra bilərdik. Kənan o qədər soyuq danışırdı ki, sanki o mənim tanıdığım həyat yoldaşım, oğlumun atası olan Kənan deyildi. Mənim qəlbimi qıra bilməkdən danışırdı. Onun bu sözlərindən sonra göz yaşlarımı güclə saxladım. O qədər çox demək istəyirdim ki, Kənan, məni səhv başa düşürsün. Mən nə səni, nə də digərlərini incitmək istəmədim. Səni sevirəm, sadəcə məni anlamağını çox istəyirdim. Amma dayandım. Çünki nə desəydim də boşuna demiş olacaqdım. Danışarkən səsimdən bəlli olurdu ki, mənə qarşı hirsi soyumayıb, sadəcə mən elə düşünmüşdüm. Ona görə də eyni tonda soyuq şəkildə cavabladım. Madam ki, danışmaq istəyirsən danışaq, amma arxamca gəlməyinə ehtiyac yoxdur. Sadiq işə gedəndə məni də evə gətirəcək, dayandı. Bir anlıq sustu. Yəqin ki, belə bir cavab gözləmirdi. Dəstəyi astığını fikirləşdim. Sonra dedi, oldu, necə istəyirsən. Qarşı belə çıxmadı. Çox hirsli idim. Onu gözləməyib dəstəyi astım. Sakitləşməyə çalışıb içəriyə daxil oldum. Cavid bəyin otağında olduğunu söylədilər. Gəldiyimi ona xəbər verdilər. Sonra məni Həsənov otağa qədər müşayiət etdi. Cavid bəy məni gördükdə içəri buyur etdi. Oturdum. O isə ayaq üstündə dayanıb qollarını qovuşdurmuş mənə baxırdı. Danışmağa başladı. Xoş gördük Nazlı xanım. Dünən olanlardan sonra ümid edirəm ki, pis bir şey baş verməyib. Mənə evdə necə münasibət göstərdiklərini bilmək istəyirdi. Həqiqətən də çox narahat idi. Dinləndim. Bundan da pis nə ola bilər? Övladımdan da günlərdir. Xəbər yoxdur. Bu baş verənlər əsas məsələyə keçək. Niyə haqlı olduğumu düşünürsünüz? Əslinə qalsa sualları həmişə mən verirəm, amma bu dəfə deyəsən əksinə oldu. Vacib deyil. Ona görə haqlı olduğunuzu düşünürəm ki, mən hər zaman birini sorğuya cəlb edəndə onun hər bir hərəkətinə diqqət yetirirəm. Nuray xanım dünən tam olaraq qarşımda sizin oturduğunuz yerdə otururdu. Suallarımı cavablayarkən düz gözlərimin içinə baxmağa çalışırdı və bununla da düşünürdü ki, heç bir şeydən xəbəri olmadığını göstərir. Üstəlik əvvəl çox soyuqqanlı idi, sonra birdən ağlamağa başladı. Otaqdan çıxanda isə artıq sakitləşmişdi. Bu qədər çox əhval dəyişikliyi bir şey göstərir. Nuray xanım nəsə gizlədir. Sizcə? Diqqətli düşünün, çünki siz də hər şeyi eşidirsiniz. Cavid bəy bilmirdi ki, hələ mənim evdə gördüklərim də var və buna görə də diqqətlə düşünməyə ehtiyacım yox idi. Məncə də eyni şeyi düşünürük. Biz hər şeyi bilməyinizi istəyirəm, Cavid bəy. Bu işdə mən təkəm. Çox təəccübləndi. Qarşıma keçib oturdu. Əmin olun ki, bunu araşdıracağıq. Tək olduğunuzu düşünməyin. Mən sizinləyəm. İndi evinizə gedin. Biz ilk növbədə Nuray xanımı izləməyə başlayacağıq. Siz də onun hərəkətlərinə diqqət edin. Bu vəziyyətdə əməkdaşlıq etməliyik. Bir-birimizi hər şeydən xəbərdar edək, bunu sadəcə siz biləcəksiniz. Ailənizdən hər hansı bir nəfərə deməyinizi istəmirəm. Ayağa qalxdım. O da mənimlə birlikdə qalxdı. Çox sağ olun, mənə inandığınız üçün. Əlini sıxıb otaqdan çıxdım. Yol boyunca bir fikir məni narahat edirdi. Əgər Nuray həqiqətən də nə isə gizlədirdisə, bunu niyə edirdi?
Ümidi hər zaman itirdiyi körpəsinin yerinə qoyurdu. Onu çox sevirdi. Nə qədər fikirləşsəm də heç bir nəticə əldə edə bilmədim. Cavid bəyin baş verənlərin səbəbini öyrənməsini istəyirdim. Hər an Allaha məni tezliklə oğluma qovuşdurması üçün dua edirdim. Evə çatdım. Getmək istəməsəm də başqa yolum yox idi. Çünki Kənan mənimlə danışmaq istəyirdi. Evdə azıqlı çıxdığım üçün açarlar götürməyi unutmuşdum. Qapını döydüm. Heç kimlə qarşılaşmaq istəmirdim, amma buna məcbur idim. Qapını açan Kənan idi. Heç nə söyləmədən içəri daxil oldum. O da susurdu. Ev də çox səssiz idi. Artıq dayana bilməyib soruşdum. Hər kəs hardadır? Onun üzünə baxmadan danışırdım. Nura işə gedib. Anamla atam da indicə polis mərkəzinə yollandılar. Anam çox təkid etdi. Ona görə də atam onu aparmaq məcburiyyətində qaldı. Mən isə səninlə təklikdə danışmaq istəyirdim. Sonra mən də polis mərkəzinə gedəcəm. Nə vaxt mənimlə də bu tərzdə danışdığını düşündüm. Bu qədər rəsmi və soyuq. Amma xatırlaya bilmədim. Şükürlər olsun ki, polis mərkəzindən tez çıxmışdım. Almaz xala məni orada görsəydi, bundan sonra heç bir şansım olmayacaqdı. Qonaq otağına daxil oldum və kresloya əyləşdim. Çox yorğun idim. Ayaq üstündə dayanmağa taqətim yox idi. Bir müddət səssizlik yarandı. Sonra qarşıma keçib oturdu. Nazlı, bu baş verənlər olmamalı idi. Amma əldən heç nə gəlməz. Sən səhvini başa düşüb hər kəsdən üzr istəməlisən. Bəlkə hər şey qaydasına düşər. Kənan hələ də mənim səhv etdiyimi düşünürdü. Üstəlik, üzr istəsəm belə hər şeyin yoluna düşəcəyini əmin değildi və mən niyə üzr istəməli olduğumu fikirləşdim. Səhvim nədə idi? Mən sadəcə oğlumun tapılması üçün çalışırdım. Heç kim bunu görmür, səhv etdiyimi gözləyirdilər. Nə deyəcəyimi bilmirdim, amma bir şey söyləməli idim. Məni anlayacaq tək insanın sən olduğunu düşünmüşdüm. Amma yanılmışam. Çox hirsli idim. Ona görə də otura bilməyib ayağa qalxdım. Pəncərənin önünə keçdim. Onun qəribə, anlayışsız baxışlarını görmək istəmirdim. Birdən Kənan qolumdan tutub məni özünə tərəf çəkdi. Səni anlamadığımı deyirsən. Bəs sən məni ortada saxladığını görmürsən? Ümid mənim də oğlumdur. Onun tapılması üçün əlimdən gələni edirəm. Sənin bu heç bir məntiqi olmayan düşüncələrin bizə heç bir köməklik etməyəcək. Səsi sakit idi, amma onun bu sakitliyi, bu sözləri məni özümdən çıxartdı. Qollarımı əllərindən qurtarıb